Hər birinizi salamlayıram əziz dostlar, əqidədaşlar, bizi izləyən daimi Bütöv Azərbaycan ideyasının tərəfdarları, müdafiəçiləri. Bugün yenidən biz Güney Azərbaycan məsələsinə toxunmağa qərara gəldik. Bugünkü mövzumuz yaxın şərqdəki yeni nizam və Güney Azərbaycan faktorudur. Bilirsiniz ki, bu son İran, İsrail, Amerika arasında başlayan müharibədən sonra çox mürəkkəb diskussiyalar, müzakirələr gedir. Həm Azərbaycanda, həm də ümumiyyətlə dünyanın hər bir yerində. Və sürətli Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın dəyişkən fikirləri, İsrailin mövqesi, bəzən İsrail-Amerika münasibətlərinin və fikirlərinin üst-üstə düşməsi, bəzən üst-üstə düşməməsi, Azərbaycanın özünün daxilində insanların sanki bir azarkeş kimi bölünməsi, bir hissəsinin İsraili müdafiə etməsi, bir hissəsinin Amerika Birləşmiş Ştatlarını müdafiə etməsi, bir hissəsinin İranı müdafiə etməsi, məsələn, bizdə çox ciddi narahatçılıqlar yaradırdı. O mənadan ki, biz 50 milyonluq xalq olaraq bu proseslərdə özümüz Azərbaycan türkləri olaraq faktor olaraq öz milli maraqlarımızdan çıxış edərək nə istəyəcəyik, nə istəyirik bu müharibədə və bu döyüşdə nəticə olaraq nə əldə edə bilərik. Siz gördünüz ki, İran nə qədər çətinə düşsə belə Azərbaycan faktorunun orada qabarmasına imkan vermədi və Azərbaycana olan təhdidlərini ən mürəkkəb, ən sıxıntılı vaxtlarında belə o rejim davam elətdirdi. Yəni, bu dövlət Fars dövlətidir, mən öz dövlətimi qoruyacağam və bizim bir millət olaraq, Azərbaycan türkləri olaraq burada demək olar, nə İranın o çətin anlarında o rejim xalqımıza qarşı yumşaldı, nə də bizim özümüz bir millət olaraq özümüzü bir meydana qoya bildiyi proqram kimi, faktor kimi beynəlxalq güclər qarşısında, ümumiyyətlə gedə bu proseslər qarşısında və bu çox hesab edirəm ki, ciddi problemdir, böyük problemdir. Bəzən ümmətçilik anlayışı, dini anlayış bizim milli maraqlarımızı bizim əlimizdən alır. Çox təəssüflər olsun ki, biz müsəlmanlıqdan çıxmırıq, müsəlman olduğumuzu inkar etmirik, amma bizim də bir millət olaraq haqlarımız var, haqqımız var. Çox təəssüflər olsun ki, Azərbaycanda açıq-açığına həm məqsəd yönlü işləyən adamlar, eyni zamanda bu dini faktordan çıxış edərək məsələyə yanaşanlar oldu və bu da hesab edirəm ki, bizim ümumiyyətlə milli maraqlarımıza çox ciddi şəkildə ziddir və biz indi bu mövzu, bu istiqamətdə diskussiya və müzakirə açacağıq. Bugünkü qonağımız hər birinizin tanıdığı hörmətli Kamran bəy Həsənlidir, jurnalist, el aparıcı, ümumiyyətlə bizim bu illər öncədən də şəxsən buradakı insanların tanıdığı millətçi, milli əqidə adamı, bir yol yolçusu, əqidə dostumuzdur. Yəni burada Kamran bəy bizim əqidə dostumuz kimi iştirak edir. İlkin giriş üçün sözü Kamran bəyə verək, öz fikirlərini bölüşsün. Sonra yenə də diskussiya çağırıb sualı olan sual verər və müzakirələrimizi davam elətdirərik. Buyurun Kamran bəy. Çox sağ olun, çox sağ olun. Mən də şadam görüşünüzə. Əslində belə görüşlər indi Azərbaycanda daha böyük miqyasda olmalıdır. Məktəblərdə, institutlarda indi olanımız budur deyə biz qardaşımız telefonla danışdıq. Bunu kontrol edin. Yəni evdən zəng edir. Bu, bilirsiniz, bir yaxın şərqi biz, əsas mövzumuz odur da, yaxın şərqi günləki halını bilmək üçün biz gələ dünəndən xəbərimiz olsun. Ümumiyyətlə, tarixi bilgisi olmayan toplumun çox böyük faciələr gözləyir. Tarixi bilgisi olmayan siyasətçiləri çox böyük həm faciə, həm də ki, biabırçılıqlar gözləyir. Biz görürsünüz də dünyada belə Trumpdan biabırçılıq, digərlərini danışırız. Bu, tarixi bilgisizliyin nəticəsidir. Yaxın şərqdəki dövlətlər, mən özümüzə gələcəm, əvvəl onları biraz müzakirə edək, onları biraz araşdıraq. O, ərəb dövlətləri hamısı yalançı dövlətlərdir. Yəni, onu Osmanlı İmperiyasında İngiliz qüvvələri və digər qüvvələr dağıdandan sonra, orada görsəz, onların xəritəsini diqqətlə baxsaq, görəcəksiniz ki, hamısı xəttkeşlə, Sykes-Picot oturublar və o, İraq adında dövlət olmayıb heç vaxt. Suriya adında heç vaxt dövlət olmayıb, Yordaniya adında heç vaxt dövlət olmayıb. Misir dövlətinin ərəblərlə heç bir əlaqəsi. Amma var da, indi bunu yaradıblar. Onlar yanlış, doğru bunu yaradıblar. İndi təbii ki, Osmanlı ora gələndə orada bir yetkin, belə möhtəşəm bir ərəb dövləti yox idi. Misirdə məmlüklərdir, məmlüklər türk dövləti. Düzdür, əhalini ərəblər idi və digər dövlətlərdə, Zəngi Paşanın dövləti filan, onlar heç biri ərəb dövləti. Son 1000 ildə orada ərəb dövlətləri olmayıblar. Amma olan budur. Olan bu olduğuna görə biz gələ tarixi faktlara baxaq və görək nə baş verir ki, ondan sonra bilək Güney Azərbaycan, Kuzey Azərbaycan yaranacaq
və necə yaranacaq və bizim toplumun ideologiyası nədən ibarət. Təbii ki, ərəb tarixini bilmək çox da vacib deyil, amma önəmlidir. Gəlin özümüzdən danışaq. Millətləri yaradan tarixdə ancaq onların zəfərləridir. İstənilən zəfər yeni bir millət yaradır. Bizim indi 44 günlük savaşımız var. O yeni millət yaradır. Proses gedir. Türklük, Turan, bunlar indi başlayır burada yüksəlməyə, o zəfərin nəticəsidir. Amma bu zəfər təkcə burada deyil. Quzeydə də yeni millət yaradır, Qazaxstanda da yeni millət yaradır. Bu passionar partlayışdır. Bu zəfərin nəticəsi, yəni böyük alim var, Qumilov, hamımız məndən yaxşı bilsin, alimlər otururlar da. Qumilovun o passionarlıq konsepti çox dahidir mənə görə, Qumilov təbii ki. Yəni bu yenidən passionar partlayışdır, amma Türk etnosunun passionar partlayışı dəfələr olur. Mən indi gəlirəm özümüzə. Yəni bizim millətin yaranmasının təməli Dandanakan döyüşüdür. O döyüşdə ki, Oğuzlar qalib gəldilər. İndiki İran ərazisinə gəlib hakim oldu. Səlcuqlar imperiyası yaratdı. Yəni Alparslan, Toğrul bəy və Çağrı bəy də gedirdi söhbətlər. O partlayış, o passionar partlayış o zəfərin nəticəsidir. Heç kim dünyada yaxın şərqin şəkillənməsini deyir. O vaxt o şəkillənmə baş verir. Yəni o proseslər həmişə davam edir. Tarix təkrar olunur, amma müxtəlif belə başqa cür improvizasiyalardır. Bu günlərin o Dandanakan döyüşündən sonra Səlcuqlar yarananda artıq bizim millətin təməli başlayır yaranmağa. Yəni bu Güney Azərbaycan, Təbriz, ora Oğuzlar gələndən sonra uzun müddət paytaxt. Düzdür, birinci paytaxt Rey idi, amma Rey də elə orada, yəni yaxındır orada. Rey və yaxud Təbriz. Hətta Ulakilərin də paytaxtı Təbriz oldu. İkinci qələbə, o da Alparslanın qazandığı Malazgirt savaşındakı qələbədir. O da Türk millətini yaradı. Amma o da bizik. Yəni, bəzən mən türklərlə oturanda biraz müzakirələr deyirəm ki, qardaş, siz Səlcuqlu imperiyasını öz tariximizin təməli kimi hesab edirsiniz. Amma bizdə bir millət, iki dövlət niyə deyirlər? Çünki o Səlcuqlu imperiyası biz gəlib ora axışmışıq, biz. Yəni, siz biz deyirsiniz. Siz bizsiniz, biz siz deyilik də. Yəni, bir millətik biz, hərəmiz axşamdan sonra... Fikrimizi qırmaq kimi çıxmasın, o film çəkdiləri, Səlcuqlu. Məsələn, burada insanlar elə bilirdi, hadisələr şeydə baş verir, Türkiyə coğrafiyasında. Məsələn, insanlar bilmir ki, Azərbaycan coğrafiyasında. Yox, bizim coğrafiyada. Tamamilə bizim coğrafiyada və məsələ ondadır ki, coğrafiyadan da başqa sən təməldən danışmalısan ki, Alparslan kimdir, Mikail kimdir, sonra Səlcuq kimdir, məsəl üçün Musa Yabqu kimdir, harda vuruşub o sərkərdə, o Xəzər Xaqanlığının sərkərdəsi olub, indiki Astraxan şəhəri var da, bilirsiniz, o tərəf. Yəni, bunu bilmədən, onları danışmadan, təəssüf ki, mən türklərə bu iradı bildirəndə, onlar mənə deyirlər ki, qardaş, sizin tarixinizdə siz Səlcuqlara dayanmazsınız. Siz Albaniya dayanırsınız, Midiya dayanırsınız, Manliya dayanırsınız, Səlcuqlar bizik. Mən onda sən qalırsan belə. Çünki bizim Firidun bəyin atmış, hamısı tarixlərimizi oxuyun. Görəcəksiniz ki, bunlar başqa şey yazılır. Elə düşüncə ilə Güney Azərbaycan qurula bilməz, bu mümkünsüzdür. Həqiqəti, faktı söyləyəcəksən, siz bilirsiniz ki, Atatürk'e qədər Osmanlı'nın adı Osmanlı, orada Türk adı yoxdur. Dövlət Aliyə, rəsmi adı belə idi. Ancaq Atatürk gələndən sonra da Türk aşağı sözü idi. Yəni bizdən demirlər, biraz söyüş söyən kimi deyirlər ki, Türkün misalı. Deyir, amma ha vaxt bizdən ədəbsizliyi görmüsünüz, niyə Türkün misalı deyirsən? Amma deyirik yaxı. İstənilən Azərbaycanlı, bir bazı ədəbsiz danışan kimi, özümüz deyirik ki, Türkün misalı. Sonra gəl Türkiyə başa sal ki, mən Türkəm, amma elə bilə bunu deyirəm. Bu yerinib də beynimizə, ha vaxtsa bunu deyir. Yəni o iki savaş, Dandanakan savaşı, bir də Malazgirt savaşı iki millət yaradı. Türkiyə türkləri və Azərbaycan türkləri. Bunlar yaranan millətlərdir. Öz mədəniyyəti ilə, öz ədəbiyyatı ilə, öz təbii ki, tarixi ilə, öz sərkərdələri ilə. Yəni biz üçün Şah İsmail böyük şəxsiyyət. Dahi şəxsiyyət. Çünki sərkərdə. İndi savaşda uduzub harasa, o demək deyil ki, biz babamıza imtina edəcəyik. O böyük bir imperatordur, böyük bir fatihdir. Və Şah Abbas deyirlər farslaşdırıb filan, bu Türk oğlu Türkdür da, bu bizim sərkərdə. Ona qalsa Qazan xanı da biz, bütün dünyada bilirsiniz ki, universitetlərdə Qazan xanın reformaları adlı, o reformaları öyrənirlər. İngilislər də öyrənir, fransızlar da öyrənir. Qazan xan, deyirlər Manqoldur. Deyirəm, qardaş, Manqol necə Qazan xan olur? Onun həyat yoldaşının adı Olcay Türkan xatundur. Burla xalq, bir neçə yoldaşı var, amma hamısı Türkan, xatunlardır hamısı. Yəni bu yananları biz götürüb, indi biz Güney Azərbaycandan istəyirik ki, bu hərəkətə qoşulsunlar. Harda qoşulsunlar? Onlar nə Qazan xanı tanıyırlar, nə Burla xadını tanıyırlar. Onlar sadəcə hesab edirlər ki, ömür boyu o İranın sahibi olublar. Bu doğrudan da belədir. Havaq sahibi olublar. Ancaq Səlcuqlardan sonra. Ancaq Səlcuqlardan sonra. Səlcuqlara qədər o da Hüveylərdir. Ondan əvvəl Abbasilərdir. Ondan əvvəl orada Sesanilərdir. Onlar gelirsiniz də çıxırsınız Pəhləvilərə, Selevkilərə, nə bilim, bu budur da, tarix budur.
Ancaq Səlcuqlulardan sonra 1000 il biz oranın sahibi olmuşuq. Hə, indi gəlirik bu günə. Yenidən yaxın şərq şəkillənir. Və yenidən də bu işin başında Britaniyalılar. Amma bu dəfə biz də varıq işin başında. Çünki Türkiyə var. Və bu dəfə bizim 6-5 dövlətimiz var. Tarixdə heç vaxt belə bir şey olmayıb. Heç vaxt. Yəni, Türk adlı, düzdür, Teymurun dövləti də Türk dövlətidir, adı Turan olur, düzdür. Məsəl üçün, Qaranxanlılar dövləti olur. Cürəcə dövlətlərimiz olur da, Çingizlər dövləti olur. Məsələn, Çingizin dövlətinin adı rəsmi Yekə Moğol ulusudur. O Yekə sözü bayaq dediyiniz Monqollar, o bizim dilimizdə elə qalıb o sözlər. Məsələn, Türklərdə Yekə sözü yoxdur, Tatarlarda Yekə sözü yoxdur, bizdə qalıb. Rəsmi adı Yekə Moğol ulusu, yəni möhrün üstündə belə yazılır. Bütün yarlıqlarda Türk yazılır. Amma onlar özlərini Türk saymayıblar. Onlar özlərini Türk deməyiblər. Yalnız indi Qazax da Türk dövləti adı ilə bu təşkilatın içindədir. Özbək də Türk dövləti adı ilə bu, yəni biz Türk dövlətləri olaraq ilk dəfə də o adın ətrafında yığılmışıq. Türk adının ətrafında yığılmışıq. Güneydəkilər yığılmışıblarmı? Güneydəkilər ömür boyu Türk olub da, ömür boyu. Məsələn, Osmanlı özünü Türk deməyəndə də Təbriz özü Türk. O ad hamının yadından çıxır, bir də onlardan yadından çıxmır. Və Fars həmişə ona Türk. Həmişə bu 1000 ildə. Yəni son 1000 ildə biz oranın sahibi olmuşuq. Və siz güneyli soydaşlarımızı qınamağa ixtiyarımız yoxdur. O hesab edir ki, İran onundur. Çoxu, bir çoxu elə hesab edir, hamısı yox. Bizim düşüncədə olan adamlar da var. Təbii ki, yeni düşüncədə olan Əli Bəy Hüseynizdən sonra o ideologiyanın daşıyıcılar orada az deyirlər. Traktor komandasını görürsünüzsə, hamı bozqurt qalır. 90 bin adam bozqurt qaldırır orada. Və orada hesab edirlər ki, Azərbaycan da onların qurduğu dövlətin, bu Azərbaycan var, bir hissəsi olur. Bu faktdır da, belədir də, olur. Amma dünya yenidən şəkillənir. Bax, bunları biz müzakirə eləməliyik ki, bu yenidən şəkilləmədə biz tarixdən beynimizə yeridilən o yalancı postulatları, tarixdən bilmədiyimiz məqamlara düşdüyümüz həmən o elmsiz məqamlarımızı bugün davam elətdirsək, heç bir nə Güney Azərbaycan falan qurulmayacaq. Bu mümkünsüz bir şey. Xalq, millət ideologiya ətrafında qurur. Güney Azərbaycanlılar hesab edirlər ki, hakimiyyətə gəlirlər. Yenidən İranda belə hakim sinifə çevrilirlər. İranda 2 dil yaradırlar. Fars və Türk dili dövləti olur. Biz niyə deyir əldən verək ki, İran? Amma onlar anlamırlar ki, indiki yaranan Güney Azərbaycan üçün Beluç problemi var ha. O problemdir. Çünki Beluçlar artıq milli mənliyini başa düşmür. Necə biz başa düşmüşük? Onlar da başa düşmür. Orada ərəblər var, orada kürdlər var və s. var. Güney Azərbaycan türklərdən ibarət olan baba əraziləri çəkilib o burada. Düzdür, burada Mosul falan da çəkilib, İraq tərəfi keçib, amma orada da düşmanlardır, bizim qardaşlarımız, bacılarımız. Bu ərazi dövlət olaraq yaranması üçün bu tarixi gerçəklər ortalığa çıxmalı. Mütləq məktəblərdə, orada məktəb yoxdur. Orada mütəfəkkirlər yoxdur. Məsəl üçün, siz son 100 ildə Türk adını qazanmış mütəfəkkirlərimizin adını görsəniz, görəcəksiniz ki, hamısı Quzey Azərbaycandadır. Bir Şəhriyardan başqa, Şəhriyar da ömrünün axırında nənəsindən demiş, anası demiş, türkçə yazma, başlayıb yazmalıdır. Seyyid Əzim Şirvani də buradadır, Hüseyin Cavid də buradadır, Mikail Müşfiq də buradadır, Mirzə Şəfi Vazeh də buradadır, hamı buradadır, hamısı buradadır. Yəni bu güneydən daha çox çıxıblar. Nə üçün? Çünki burada daha çox ideologiya, daha çox qərb dəyərləri falanlar gəlmişdi deyənə, Əli bəy Hüseynzədən tutmuş Əhməd Cavada kimi, Nəsib bəy Yusuf bəy, bunlar hamısı universitet bitirirlər. Hamısı universitet bitirir. Onlar hamısı savadlı insanlar. Məhəmməd Əmir Rəsulzadə və ətrafındakılar. O Üzeyir Hacıbəylidir. Siz Üzeyir Hacıbəylini bir dənə baxın. Yəni Üzeyir Hacıbəylinin xarici görünüşünü görürsünüz. O xarici görünüş bir qərb insanıdır. Himmler oxşayıb. Fikir verin. Düzdür, Himmler ondan sonra yaşayıb. Neçə illər sonra yaşayıb. Amma o pensineydi, o briyalindir, o smokingdir, o bütün geyimiyle falan ilə. Bu yeni şəkillənməni anlamaq odur. İndi Ərəb ölkələri özləri iki yerə bölünür. Saudi Ərəbistan ilə Ərəb əmirliklərinin arasında konfrontasiya var. Biri İsrailin tərəfindədir, biri Amerikanın tərəfindədir. Hə. Amerika zəifləyirmi indi regionda? Zəifləyir. Niyə? Trumpın siyasətinə görə. Bu bizim üçün fürsətdirmi? Fürsət. Güney Azərbaycanda hərəkət olmalıdırmı? Olmalıdır. Amma artıq hərəkat var, biz onu görmürük. Gün İranın başına prezident seçilən bir adam çıxır və deyir ki, babam türkdür, özüm türkəm, nənəm türkdür, evdə türkçə danışıram, farsçanı qadağan eləmişəm. Bu çox önəmli bir sözdür. O sözü deyəndən sonra İranda bir adam durub demir ki, sən nə danışırsan, bura Fars dövlətidir. Babaya Fars dövləti deyirik. Burada Fars dövlətidir. Burada necə yəni sən evdə farsçanı qadağan eləmişsən? Bizim dövlət dilimiz farsçıdır. Bir farsın səsi çıxmadı. O deməkdir ki, İranda biz bildiyimiz mənzərə deyil. Biz kənardan başqa cür qiymətləndiririk onu. O doğal qəbul olundu, təbii qəbul olundu ki, qardaş, bu türkçə danışır.
Buranın elə dədə-baba dili türkdür. Farslar orada o halda deyirlər ki, onun sözü desin. Amma bu elə inqilabdır da. Əgər bir gün biz Güney Azərbaycanda küçədə inqilab eləsəydik, bir çəllək qoyub ortalığa bir igid çıxsaydı, nə qışqıracaqdı? Ancaq o qışqıracaq ki, mən türkəm, babam türkdür, bozqurt qaldıracaqdı, evdə parçanı qadağan edirəm, türk oğlu türkəm, öz axırda da deyir ki, türk olmağına iftixar duyuram. Yəni, nə mutlu türküm deyən. Oranın ləhcəsindən dedi də, Təbriz ləhcəsindən. Bəs inqilab necə olur? Bu inqilabdır. Heç vaxt tarixdə İran dövlətinin başına gələn insan bu sözləri demir. Heç vaxt. Sonra da ardınca gördünüz ki, gəlib bizim prezidentlə necə görüşür, ailəsi bizlə necə gəlir, Qazaxstanda necə gedirlər, görüşür. Bu nə deməkdir? Bu deməkdir ki, o adam bizim ideologiyanın daşıyıcısı. Biz burada Pezeşkan hakimiyyətə gələndə, amma dostlardır, qardaşlardır da burada. Mən efirlərimdə, mən ona doktor deyirdim, ona böyük hörmətim var. Bütün siyasətçilərimiz əleyhinə danışır. Hamısı. Belə qardaşlıq olmur. O sözü deyən adamın əleyhinə necə danışırsınız? Bu deyir, mən babam türkdür, türk oğluna fəxrləyir, farscan qadağan etmişəm. Da nə deməli? Hele o kadar hele söz diyen asırlar ki onu. Asmırlar ki onu. Deməli onun arkasında milyonlar var. Məqamı gözləmək, vaxtı gözləmək lazımdır. Belə-belə davaya girib Səttarxan dövründəki kimi və yaxud da Pişəvəri dövründəki kimi, açığı da Pişəvəri dövründə biz itirdik o şansı. Amma o şans bizim şans deyildi. Orada Milli Azadlıq Hərəkatı yox idi. O Sovetlərin orada düzəltdiyi hansısa bir qurum idi. Hətta Məhəmməd Əmin Rəsulzadə dövründə də Azərbaycanda Milli Azadlıq Hərəkatı olmayıb. Olmayıb küçədə. Biz Türk dövləti qururuq, plakatla falan çıxsınlar. Onlar Tiflisdə o dövlətə elan edirlər. Niyə elan edirlər? Çünki onun ətrafı o ideologiyayla, onlar hamısı universitet bitirmiş, savadlı insanlardır deyənə. Amma bir top adam idi. İndi bir top adam Məhəmməd Əmin davamçısı Azərbaycanda milyonlardır. Təbii ki, mən paralel gətirirəm sadəcə. Pezeşkanın da orada davamçıları milyonlardır. Bizim olan iş edirmi? Yox. Televizyonlarda işi görürsünüzmü? Yox. Hansısa alimlərin o işini görürsünüzmü? Mən görmürəm. Mən görmürəm heç yanda. Ya yaxud da mən özüm indi YouTube kanalında bilirsiniz, proqramlarım var, verilişlərim var. Mənim həmkarlarım var, digər həmkarlarım var. Görmüsünüz bunlardan bütün Azərbaycan dilində. Bax fikir verin, mən bütün proqramları 26 ildir ki televizyondayım. 26 il. Yəni televiziyadan indiki YouTube televiziyasının kimi. Həmişə efiri belə bitirmişəm. Tanrı sizi qorusun, Tanrı bütün Azərbaycanı qorusun. Həmişə. 26 il. Dindarlar deyirlər ki, sən Allaha inanmırsan. Deyirəm, ay alçaq. 26 ildir ki, efirdən Tanrının adınca mən çəkirəm. Nə mənə qədər heç bir aparıcı onu deməyib. Uzaq başa deyirlər, hörmətli yoldaşlar, gecəniz xeyrə qalsın da. Benim Allah da çəkirlər ömründə. Görürsən Allah demirsən. Bax, fikir verin, kimlər yaranıb burada. Sən Tanrı deyirsən. Yəni, mən babamın dilində danışdığıma görə, hələ o türkün misalı söhbətidir ya, həmən söhbət. Sonra, oradan müraciət etdim ki, bütün YouTube kanallarındakı aparıcılara, qardaş, sonda mən bütün verilişlərə, bax, siz Amerikadan danışaq, siz Putin'dən danışaq, siz Traktordan danışaq. Proqram belə bitir. Buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Xoya, Ənzəliyə, Urmiyaya, Dərbəndə salam deyirəm. Dedim ki, qardaşlar, bacılar, siz də deyin də. Siz onu bilin ki, bizim bunu burada deyəndə, bizimki anlamır, amma orada bomba kimi partlayır. Təbrizdə o başqa cür eşidir, başqa cür səslənir. Məsələn, mən sizə bir faktı deyim. Deməli, proqramların birində ben dedim ki, mən Türkmanam, dedem babam tərəkimədir, fəxr edirəm bundan və buradan da bizim Türkman ellərinə salam deyirəm. Sən demə, mənim verilişlərim Suriyada, bir də İraqda, məktəbdə, balaca uşaqlara, əyani vasitə kimi, o bir saat var ya, razboka deyirlər. O verilişi göstərirlərmiş. Mən xəbərim yoxdur. Bunu deyəndə müəllimə deyir ki, adı Ayxandır, Ayxan Kərküklü, indi də mənlə əlaqədədir, o göndərdi mən o videonu sonra. Sinifdə deyir ki, çocuklar, adam bizim söylədi, məktəbimizi söylədi. Mən onların məktəbinin də videosu vardı, həyətdə danışırdı. Nə deyir o Ayxan Kərküklü? Türkçə məktəblər var Suriyada. Türkçə məktəblər açılıb İraqda. İraqda məktəblər açılıb. Və o deyir ki, Platsıda, meydanda yığıb, məktəb meydanında yığıb uşaqlar, deyir ki, hərəniz biz aktör olacaqsınız, hərəniz bir siyasətçi olacaqsınız, həkim olacaqsınız, mühəndis olacaqsınız filan. Və orada ekranda mənim verişimi göstərirlər ki, bizdən danışırlar Azərbaycanda, biz Türk. İndi o, bilirsiniz də, Kərkükdə də vali Bozqurt görünür. Bütün Kərkük Bozqurt göstərir. Mən o proqramları burada, bax, elədiyim proqramlar, əgər 5% təsir edirsə, orada 500% təsir edir. Yəni, balaca 4 yaşında uşaq da Bozqurt göstərir, qadın da Bozqurt göstərir. Bu bizim Türklüyün simvoludur. Küçədə, orada vali seçiləndə Kərkükdə, heç kim İraq bayrağı ilə çıxmamışdır. Hamısı mavi bizim Türk bayrağı ilə çıxılır küçədə. Bu inqilab deyil, bu inqilabdır. Bu qışqırıqsız inqilab. Yəni, seçki vasitəsi ilə elədiyimiz inqilab. Sadəcə bizim üzərimizə düşən bu günlərin mənə görə əsas görəv ondan ibarətdir ki, biz
işləməliyik. Orada proses gedir. Biz o proseslərdən geridəyik. Azərbaycan, bu Güney Azərbaycan. Yalandan bir dəfə efirə deyirlər ki, hə, sabah havanı deyəndə görmürsünüz də televizor. Təbrizin adı çəkərsiz o. Təbrizdə 20 dəqiqə. Ay, o işdir o. O deyən var, o qız var, orada bir yubkada falan çıxır. O bilmir nə deyir. Ona sabah denən ki, məsəl üçün Moskvada hava necə, o Moskvanı deyəcək. Bunlar elə fikirləşirlər ki, çünki ardınca instruktaj gəlib ki, abi Güney Azərbaycanla işləmək lazım. Güney Azərbaycanla işləmək üçün gerçəklər söylənməlidir. Kimik biz? Hardan gəlirik? Hara gedirik? Bizim bugünkü durumumuzu Osmanlı yaşayıb artıq. Mən təkrar edirəm, Atatürk'e qədər onlar özlərini Türk saymırdılar. Onlara Türk seçsin, səni öldürərdilər. Ki biz Osmanlıyıq. Orada da Türk sözü kəndçi sözü idi. Məsələn, pis həkimə Türkiyə çarə deyirlər. Aşağı savadsız adama. Yazıda Aşın Malan filmində hətta var, İzər Əzməli də onu istifadə edir. Ay, mən Türkiyə sayan qadınam, mən bilmirəm, arvadan, bilmirəm sizə danışsın. Yəni, avamlıq Türkiyə sayaqlıq sayılır. Atatürk o adı, üstü tozlanmış, üstü batmış, Türk xaqanatından sonra adı yox idi. Təzdən qaldırdı, nə mutlu Türkəm dedi və öz adında Atatürk qoyandan sonra o ad təzdən bizim də onun ətrafında yığışır. Amma Atatürk nə dedi? Atatürk dedi ki, biz Bilge Xaqanın nəvə nəticəsiyik və onun yanındakı alimlər. Biz Moğolistandan gəlmişik. Düz üsyan qalxdı, orada da bir qışlar var idi. Nə danışırsan, bu deyirlər ki, fakt budur da, budur. Biz İstanbulu almışıq, 1453'də Mehmet Fatih qan töküb gəlib buranı almışıq. Ona görə Fatihdir. Ona görə bütün dünya ona Fatih Zabayvatil deyir, Mehmet Zabayvatil deyir. Almışıq, özünküləmişik. Bir Amerika gəlib Amerikanı almayıb. 1453'də İstanbulu almışıq, o 200 il əvvəl gəlib ki, İngilislər, Anglo-Sakslar 5-ci əsrdə gəlmirlər Britaniya. Saksoniyadan gəlmirlər, Almaniyadan gəlmirlər. Germanlar özləri Skandinaviyadan gəlmirlər orada. Hamısı Skandinaviyadan gəlmirlər orada. Ərəblər Məkkəyə, Məkkədən gəlmirlər Misirə. Məkkədən gəlmirlər Misirə. Misirdə ərəb yaşamır, görə başqa xalq idi, qədim Misirlilər. Biz ermənilərin bizə atdığı o qırıya keçmişik. Əsasında alimlərimiz, üzr istəyirəm, inciməyim məndən. Onlar deyirlər ki, sən desən ki, mən bura gəlmişəm, deyirəm ki, bura mənimdir. Elə bunları putça verirlər. Başa düşürsünüz? Alimimiz də başlayıb qışqırmağa ki, yo, biz elə buradayıq, o kilsə Alman kilsəsi, o mənim kilsəsi. Deyir, şimdi başqa dildə yazılır ki, bu artefakt var. Tamam, bu da həmən şey. Həmən bu gördüyünüz hadisə bizim Güney Azərbaycanımıza böyük ziyan vurur. Çünki hansı qıpçaq dilində yazılır, hansı qıpçaq dilində? Əvvəla biz bir dənə Azərbaycanda, bax siz əsəbi dediniz o sözü, mən sizə sual verirəm. Biz Səlcuqlar burada qurmamışlar əvvəl, dövlət qurmamışlar əvvəl. O qıpçaq igidi var ha, sultanı var ha, burada dövlət. Onun adını deyil, birinin adını deyil. Burada 1000 dənə dövlət oldu. Yox, birinin lazımdır, biri lazımdır. Qutilərdən başlamış. Qardaş, biri. Qutilər. Media. Bax, bunu deyir, bax, yat dediklərim. Özü bu dediklərim. Birinin adını deyim, birinin. Hamısını dedim qaqa. Deməz uzaqı. Deyirəm ki, bax, Alparslan Toğrul bəy Çağrı bəy, birinin adını deyim. Sonra sonradan gəlmə şeylər deyir. Qardaş, deyirəm birinin adını, o əvvəlkinin birinin adını deyil, birinin. Nəyin birinin adını? Deyirəm ki, Alparslan. Yox, birinin, bir şəxsiyyətin adı. Kim? İrancı. Adı İran üstündədir də, daha nə istəyirsən, qardaş? Adı İran, bu son başqa şeylər. Mirzə dövlətinin, qardaşlar, 4 şahı olub. Kiaksar, Fraort, Astiaq və Deyo. Əl yazmaları var. Yunan alimlərinin də əl yazmaları var. Yunanlar ümumiyyətlə İranlılara midisi deyiblər. Yunanda Midizm adlı bir cinayət məcəlləsi olub. Onların Femistokl adlı bilirsiniz də, məşhur sərkərdələr olub o gəmi ilə Yunanlara qalib gələn, ya İranlılara qalib gələn. O Femistokl Midizmə görə, yəni İranlaşmağa görə oradan qovublar. Aleksandr Makedonskinin özü gəlib Persepolis alandan sonra başlayıb farslaşmağa, Rəqsanəni arvad eləyib özünə, Rəqsananı alıb. Farslaşdığına görə Yunanlar ona qarşı inqilab qaldırır, üsyan qaldırır Makedoniyalılar. Yalan danışmaq bizə Türkiyə yaraşmaz. Biz həmən o Bilge Xaqanın, orada nə yazılıb orada Yeniçə kitabələrində? Yazılıb ki, ey Türk, sən özüvə dön. Sən özüvə dönəndə böyük ol. Biz özümüzə döndük, müharibəni unutduq. Biz özümüzə döndük, Güneyli Azərbaycanlı başladı qalxınmağa, Türkəm deyib hakimiyyətə gəldi. Biz özümüzə döndük, Kərkükdə vali seçdik. O həmən hilal var, ora Şiə hilalı idi, yadınızda İran, İraq, Suriyə, bir də Hizbullah. Bu Şiə hilalı idi. İndi ora Türk hilalıdır. İraqda bizik, Suriyada bizik, ordumuz girib ora, bilirsiniz. Bəşər Əsədə tullamışıq Putin qucağına. Hizbullaha qədər o Şiə deyilən hilal indi Türk hilalıdır. İş gedir, hər şeydə yerindədir. Biz, əgər, mənim indi sözümün yekunu budur. Gerçəkləri anlamasaq, yəni o Monqolistan çöllərindəki o Bilge Xaqanımızın
Gültekin Xaqanın yazılarını özümüzdeki saymasaq və onların nəmə nəticəsi saymasaq, bu düşmənin əlini işləməkdir. Onlar bunu istəyirlər və neçə ildə bunu edirlər. Siz əgər açıb Sovet ədəbiyyatını, Sovet tarixini oxusanız, görəcəksiniz ki, onu yazıblar bizə. Ki biz həmən Albanlarıq, biz həmən Midiyalılarıq, biz həmən Mannalılarıq, onda biz özümüzü o qüdrətli tarixdən aralayırıq. Türk tarixi var ha, bütün dünyanın qəbul elədiyi Altaylardan gələn Teymurun, Baburun, bilirsiniz adlar hamısı məndən, Toxtamışın və digərlərinin, Atilla, hələ Eftalitlər 5-ci əsrdə gəlib Hindistan alıblar, Gün xan var, Atilla var. Biz əgər desək ki, o tarixdə aidiyyatımız yoxdur, o Türk xaqanlığı var ha, yəni bir üzü Saxalin, bir üzü Kırım. Onda Azərbaycan da o ərazisində həmən Türk xaqanlığı. Ona aidiyyətimiz yoxdur, onda biz yalan danışırıq və onda biz başlayırıq məğlub olmağa. Buyurun, buyurun. Biz demiyoruz, biz onlara bizim dəxlimiz yoxdur. Biz burada olmuşuq. Türklər zaman dalma şəklində buna axın ediblər. Nizami İskəndərin dövründə danışanda deyir ki, Xəzər dağlarının Çin dənizinə qədər hər tərəf Türkdür. Hədə odur da bəs. Burada, yəni burada Makedon İskəndərin dövründə deyir. Sizin adınız neydi? Zəkullah. Zəkullah bəy, baxın. Siz bağlamaq istəyirsiniz ki, mən onu bağlamıram. Siz diqqətlə Altan dinləyin. nəzəriyyəsində biz gəlmək Bir Bir dəqiqə sual verin, bir dəqiqə cavab verin, sonra davam edərsiniz. edərsiniz. Belə danışaq. Bu biz heç vaxt belə aparmamışıq. Yəni kim dinləyə bilmirsə, Hə, mane olmaz, olursa olmaz. dursun. Hər kəsə söz verilir də burada. Bəli, bəli. Zəkullah bəy sual verin, gəlin mən cavab verim. Baxın, Bəli. mən demirəm ki, Səlcuqlardan əvvəl burada türk olmayıb. İşğuzlar olub burada, Hunlar olub burada. Mən onu deyirəm. Onlar biz deyilik. Mənim sözüm odur. Biz Sabir aday oldu. onlar hara gedib, mən sizə deyim hara gedib. Biz bura gələndə, bax biz gələndə, orada İranda Gəlməmişik, biz həmişə burada olmuşuq. qardaş bir dəqiqə ya mən bir də çək edərik. Bir dayandırın çay. İmkan verin tədbirimizi aparaq. Mən bunu cəbhədə də görmüşəm. Buyurun, suallar verin, mən cavab verim. Biz Səlcuqlar, Alparslan adını söyləyirəm. İrana gələndə orada Büveylər dövlətidir. O Kürd dövləti, bir Əfqanlar, Büveylər dövləti bizim dövlətimiz deyil. Ondan əvvəl Abbasilər dövlətidir. Fakt orada. Abbasilərdən əvvəl orada Səsanilər dövlətidir. Hansıdır onların qıpçaq? Mən faktdan danışıram. Biz hansı millətdə, hansı adını söyləyeyim. Bir yoxda xarici. Bir sualınız var, durun sualınızı verin. Yox, bu şəkildə pozulur. Yəni sual cavabla şey eləyək. Mərcəli imkan verilmir. Bu şəkildə Qoymuşsam danışmaq eləmişsiniz. Mən əvvəldən bilirdim ki, mən Azərbaycanda, mən deyirəm cəbhədən bura, bu mənim başımda 40 ildir, mənim başımdadır. Köçürsüz. 40 ildir bu iş gedir Azərbaycanda. O Sovet elə beyinlər yaradıb ki, burada. Onlar dondurma, donunu açmaq çox çətin bir şeydir. O icazə verir, mən sözümü buyurun, tamamilə fikir. Format, gözlüyündə format Buyurun. Yalnız mən çox gecəm. Buyurun. Onun fərqi yoxdur mənim üçün. Buyurun. Siz qəbulladınız, qəbul eləməz. Mən istəyirəm ki, qardaşlar məni sadəcə dinləsinlər. Bəli. Söhbət ondan gedir ki, bugünkü İtalyanlar Romalılar deyil. Başa düşürsünüz. Onlar Roma şəhəri var, ora əbədi şəhərdir. Orada insanlar heç vaxt kəsilməyib, həmişə yaşayıblar. Yəni Julius Caesar da orada yaşayıb, Caligula da orada yaşayıb. Amma bugünkü gördüyünüz İtalyan bir prezidenti var, o Meloni var. O Romalı deyil, o İtalyandır. Baxmayaraq ki, həmən dilində danışır. Latın dilində danışır. Bu ermənilər var ha, bunlar erməni deyirlər, bunlar haylar, bunlar xalqlar tarixdə yaranır, cavanlaşır, qocalır və ölür çıxır gedir. Necə Babilonlar, necə Asuriyalılar, necə qədim Misirlilər, çox xalqlar var, bunlar ölüb gediblər. Biz yeni yaranmış, yeni sivilizasiya, uyğarlıqdan çıxan xalqlardan, Almanlardır, bizik, İngilislərdir, biz o xalqlardan deyilik. Və bizim də bu günlərin tariximizin təməli, biz bir qışqırıqla da Türk olmağımızın təməli Danimarka alimi Thomsendir. Thomsen gedib Orhan Yenisey əlifbalarını tapmayana qədər və tapanda da niyə sevinmişdi? O elə bilir ki, özüdür o. O elə bilir ki, özüdür. Bizim tariximizin qüdrəti oradadır. Baxın, qədim Skandinavlar Runi əlifba ilə yazırlar. Bizim əlifbamızla yazırlar. Biz yazımızla. Orhan Yenisey əlifbası var ha. Skandinav saqaları var. Yəni Vikinglərdir, filanlardır, Almanlardır. Bilirsiniz, onların qədim nağılları vardı. Orada da Bozqurt, ya Beowulf da orada da qəhrəman. Alman dilində görün neçə Bozqurt adı var. Rudolf işıqlı qurt deməkdir. Adolf irəlidə gedən qurt deməkdir. Wolf sadəcə Wolf, Bozqurt deməkdir. Sonra Wolfgang ağıllı qurt deməkdir. Bir xalq öz evladına Bozqurt adı ilə çeşidli adlar var. Bizlə əlaqəli. Necə Almanlar türklərlə həmişə olurlar? Bu dərin elmdir, bunu bilmək lazımdır. Yəni o Thomsen Danimarkada o daşları tapanda bilirsiniz də təsadüfən tapıb. Thomsen Danimarka
zabiti olur. Ruslarla davada edir İsveç o vaxtı. Əsir düşür, aparırlar ora, daşı tapır. Elə bilir özünki deyil. Sevinə-sevinə gəlir ki, biz skandinavlar hardan ola bilər Ermənilər. Özə mənim kimi o da axtarırmış ki, hardan gəlmişik. O hardan gəldiyini mən indi sizə sübut edəcəm. Artefaktlar var əlimdə və Monqostan çöllərində daş tapmışam. Daşı deşifrə eləyəndə, deşifrə eləyəndə türk dili soru qalır. Danimarkalı alim mat qalır ki, necə türk dili? Yəni Osman o vaxtda türklər Osmanlı dilini bilirdilər. Onun dövründə əsas türk dili Osmanlı dili. O Danimarkalı alim deşifrə eləyəndə bilirsiniz, birinci sözlər də Tanrı, türk sözü, onlar açıq bilinci. O da Tanrıdan gələn bir şeydir. O açı bizə göstərir ki, qardaş, siz türksüz, türk. Və o açı bizə göstərəndə türk sultanı az qalıb onu öldürsün. Bax beləcə. Ki, sən nə danışırsan? Biz də buradan burada olmuşuz. Sən biz çobanların əmniyyətçisi. Deyirək ki, onu bilmirəm. Bu sizin dilinizdir. Orada yazılır. Yəni 5-ci, 6-cı əsrdə indi deyirlər ki, Mesrop Maştos erməni burada əlifba icad edib. Biz 6-cı əsrdə axırda artıq öz əlifbamızla yazırdıq. Bizim Mesrop Maştosumuz çoxdan var idi. Qoymuşuz onu açarıq dağa çıxartmaq. Özə görün harda qaldı. Çinin hieroglifi var, qədim mədəniyyəti var, 5000 il. Biz onlarla yanaşı yaşaya-yaşaya, çadırda yaşaya-yaşaya ona Gumilov Konnastipnaya sivilizasiya deyir. Yəni çölçülük uyğarlığı var. Bu elə belə deyil. Çadırda sadəcə yaşamamışıq. Yazıb pozmaq üçün gələn məktəb açmışıq. Uşaqlar öyrənir orada. Gültekin ora yazıları yazmaq üçün özü yazıb pozmağı bacarmalı idi. Onu yazan var ora. O özü yazıb pozmaq. Özü necə yazıb? 3 dildə yazır. Rozet daşı kimi. Bilirsiniz də. Çin dilindədir, Sogd dilindədir, yəni fars dilindədir. Bir də bizim dilimizdədir. 6-cı əsrdə artıq özümüzün yazı dilimiz var. Hardadır o? Monqolistanda. O qüdrətli bir tarixdir. Və biz o tarix ortalığa çıxardığında deyirik ki, biz nə sizdən ingilislərdən qabaqdayıq. Çünki siz indi hələ Latın əlifbasını yazırsınız. İngilis sənin əlifban var? Yox. Fransız sənin əlifban var? Yox. Alman sən Runi əlifbanı yazmısan, mənim əlifbanla yazmısan vaxtilə. Bir bəli. Deməli mənim əlifbam vaxtilə Latın əlifbası kimi uyğarlıq əlifbası olub, yayılıb bütün Ariona. Almanlar da götürüb bizim əlifba ilə yazırlar. Bunu deməyə əvəzinə biz yalancı artefaktlardan tuturuq. Media tarixini bilən mən hələ bir Azərbaycanlı görməmişəm. Tarixçi nə danışıram? Deyirəm ki, media tarixi cəmi 100 ildir. Və onlar farslarla qohum, orada sadəcə saray çevrilişi olub. Heç kim gəlib oranı almayıb. Fars imperatoru var. Hə, çevriliş edib, doğru. İkinci Kir. Özü Kir farsı... Öz babasının adı. Tamam, doğru. İkinci Kir, özü Kir farsı pis sözlər, bilirsiniz onu. Çox pis, yaxşı söz. Yəni, yaxşı söz, əslində bu belə də ədəbsiz sözdür. Onu Avropalılar Kir, özü də Kir deyirlər. Hansı ki, onun adı nəmin Keykabız olub, məmin olub. Əsl mənbədə yox, Kirsiyas yazılır. Pək konkret, mən oxumuşum. Tamam, ola bilər, elə. Yəni, başqa da olur, bunlar Kir deyirlər. Amma bu sənin tarixin deyil. Güclə deyil, silkələməklə. Onda bizə gülürlər. Onda erməni də deyir ki, biz erməni kuşuğuna keçmişik də qırasına. Ki, qışqıraq ki, yox, elə biz burada. Onda erməni də görürsünüz, yalanlamışıq. Dünyanın qəbul etdiyi tarix var. Hə, tartışılası, müzakirə olunması bəzi məsələlər var. Mən əminəm ki, Troyalılar türkdür. Niyə? O mənim fikrim, amma o ancaq mənim fikrimdir. Sizin də Rəşullah bəy fikrinizdir, başa düşürsünüz. Niyə Troyalılar türkdür? Mən sizə deyim. Baxın, burada faktlarla danışırsan da. Birincisi, sözün fonetikasında, Troya sözün fonetikasında türkliyə yaxın var. Düzdür? Etrusda da var, Troyada da var. Troyalılar Yunanlara uzandan sonra, o Yelena məsələsində bilirsiniz, o atı zadı Allah'ın. Biz bacarmamış anlatmağı da, bunlar bacarır. Atını çalırlar içəri, o Troya atını falan. Ondan sonra Troyalılar neyinirlər? Bu fakt deyə özlərində Romanı onlar salırlar. Roma şəhərini 7 təpə üzərində Troyalılar, yox, Etruslar xalqlar. Etruslar oradakı yerli xalqlardan biri idi. Latinlardır, Sabinlərdir, bir də Etruslar da yerdə yaşayırdılar. Işıqırma, qardaş. Işıqırma, getməyiblər içən. Troyalılar gəlirlər, orada şəhər salırlar. Siz də bilirsiniz də, Troyalılar qadınları gətirməmişlər deyə, gəmilərlə gəlirdilər də. Gətirməmişlər deyə Troyalılar. Şəhəri salandan sonra orada, onlara Patritsi deyirlər. Niyə? Çünki qadın yoxdur, Patris ata deməkdir, ata deməkdir. Onlar bir gecə yerli xalqlarla Etruskuları, Latinları, Sabinləri qonaq çağırırlar bir ziyafətə. Ziyafətin ortasında bilirsiniz ki, bu işi Osman bəy də edib, yazılı salın, o Belicik alanda həmən şey edib. Ziyafətin ortasında hücuma keçirlər, öldürəni öldürürlər, qalanı qaçır, o qadınlar var orada. Onları aparırlar evə. Ona görə onlardan əmələ gələn uşaqlara Patritsi deyirlər, plebey deyir. Ancaq onlar Romanın vəzifə tuta bilərdilər, yuxarıda hakimiyyətə gələ bilərdilər. Bir də ki, Romanın bugünkü gördüyünüz həmən simvolu bozqurtdur. Romanın simvolu qurtdur. Rom və Remli süt verən qurtdur. O bizim əfsanədir. O Troyalıların əfsanəsidir. Etrusların deyil, Troyalılar.
Mən deyirəm ki, onlar türkdür. Əgər Bozqurddan danışırsa, ondan süd əmən bir oğlanın Romanın adında şəhər qoyursa, burası bir türkdür də. Çerbilərdə də Romanın o komandasındır. Təbii. Yox, mən getdim, keçən il getdim Romaya. Getdim oradan video çəkdim. Silsilə veriliş elədim. O Bozqurd heykəli orada bilirsiniz muzeydədirlər. Ortaqdakı Roma mərkəzindəki onun kopyasıdır. Orijinal şeydə muzeydədir. Kapitoliy muzeyi var orada. Mən getdim oradan çəkdim, videoda çəkdim. Yəni onlar o Troyalılar türk olurlar. Amma indi bir şey deyim sizə. Türklər hamısı hara gəliblər, türk kimi qalmayıblar ki. Xan Asparux Balqardır, düzdür. Gəlib indiki Balqariyaya, Kubrat xanla bir oğlu falan gəlib oranı götürüb. Amma Balqarlar türk deyirlər axı, Slavyanlaşırlar. Həmçinin Troyalılar Latinlaşırlar. Çünki Latinların yerli mədəniyyəti daha üstün. Bunlar hamısı var ya, mən danışıram konkret tarixdən, Səlcuqlu tarixindən. Biz qüdrətli babaların nə və nəticələri, onu Təbrizdəki də anlamalıdır, buradakı da anlamalıdır, o Albaniyanın filanın başından atmalıdır. Biz dövlət qurulursa Güney Azərbaycan, Quzeyli gəlirəm oraya, bax yeni şəkillənmə. Təbii ki, bu ərəb dövləti belə qalmayacaq. Təbii ki, o İraqda Türkmanlar öz yönetimini artıq var. Şəhər bizdə deyib, vali, orada bilirsiniz də İgil orada idi, Kürtlərin silahlanması vardı, həmən o Mosul şəhərində, Kərkük şəhərində Türklər gəliblər hakimiyyətə. Özü legitim gəliblər hakimiyyətə, savaşsız, plansız gəliblər hakimiyyətə. Və Kürtlər də razıdır, İgil də razıdır, silahı qoyurlar yerə bir-bir. İndi nəyə deyirəm mən? Biz əgər Güney Azərbaycan, Kuzey Azərbaycan üçün yarışırıq, hamımız bir yerdə, düzdür. Gəlin sual verək görək. Bugün bax, Güney Azərbaycan müstəqillik elan edib Azərbaycanla birləşmək istəsə, bu mümkündürmü? Çox çətin. Bəli. Bax, bunu müzakirə etmək lazım. Bəli, biz eyni babaların nəvə nəticəsiyik. Əvvəl onu həll eləməliyik. Düzdür, Alparslanın nəvə nəticəsiyik. O savaş, Malazgirt savaşı bizim qədərdir. Və türklər də olan Türkiyələr onu təsdiq edib deməlidir. Çünki Azərbaycan hardan gəlib? Reydən gəlib, ora. Düzdür, Reyə Qazaxıstandan gəlib, amma oradan Malazgirt. Malazgirt nədir? Münasakətdir, Erməni şəhərində. Güclə deyək, yox. Bundan əvvəl Anini almışdıq da, Ani şəhəri vardı. Erməni dövlətin paytaxtı idi, o Ani şəhəri. Hə? Faktdır da bu. Amma Fatihlik bir qürurdur. İngilislər də ondan fəxr edirlər. Ruslar görmürsünüz, Yermak gedib Sibiri alır. Sibirdə kim yox idi? İndi Yermaka heykəl qoyulur. Yalan danışmırlar. 10-cu əsrdən başlayırlar tarixləri. Heç onların tarixi də o Kiyev Rusu. Görünür, bax, onun davası gedir. O tarixin davası gedir, hepsi Ukrayna. Əgər Rusiya Ukraynaya məğlub olur ki, məğlub olur. Məğlub olandan sonra o Kiyev Rusu tarixi var ya, o yuxa çıxır. Rus özü tarixsiz qalır. Başa düşürsünüz, tarixsiz qalan xalq itməlidir. Biz özümüzü manlaya, media balsa itəcəyik. Bax, bu bizim Azərbaycanın mədəni tənəzzülü var. Bir qışqırıqla deyir, kino ölüb, teatr ölüb, baxın da gözümüzdə rəssamlıq ölüb, arxitektur ölüb, musiqi ölüb. Bu ölümə gedirik ki biz. Biz əgər nə olsa zəfərimiz var, o zəfər yeni xalq da doğa bilər, və yaxud dediyim kimi, Dandanakan döyüşü kimi, və yaxud da ki, gördüyümüz Malazgirt döyüşü kimi, amma o xalqı ölümə də apara bilər. Çünki o xalq o zəfərə layiq olmaya bilər. O vaxt layiq olmur ki, o özünə dönmür, öz türklüyünü anlamır. Bunda pis olacaq vəziyyət. Türklüyümüzü anlasaq belə televiziya olmaz. Türklüyümüzü anlasaq belə kino olmaz. Baxın da kinoya. Baxın, bir gün Qazaxıstanda, bayaq dediyim, bilən balaca fakt deyim sizə. Cavan oğlanlar, əllərində qopuz, Turan deyib. Görürsünüz, o səs özü dəvəm edib. Qabaq gülürdü ki, ona çurka deyirlər. Ruslar ilə hala qoymuşlar ki, o səsi gələndə düzdür. İndi nə deyil, bütün dünya Bozqurd qaldırır. Demiral bir dənə Türk futbolçu Bozqurd qaldırır, Avropa sirkələnir. İndi Özbəkistan futbol komandası gedib Amerikaya, simvolu bilirsiniz nədir? Bəyaz kurt. Kurt götürürlər. Bütün dünya çünki köşə qayıdırlar. Çünki Əmir Teymura qayıdırlar. Çünki onlar şəhərin mərkəzində Əmir Teymura heykəl qoyurlar. Çünki Qazaxlar özlərini Çingizə bağlayırlar. Qızıl Ordu, Bəşən. Biz kimə bağlayırıq? Mediamanlıya. Olmur ki. Bu böyük yalandır. Bu böyük bir abırçılıqdır və bunun sonu pis olacaq. İndi baxın, niyə biz birləşənməyik birdən-birə? Sevgi 2 dəqiqənin üçün nifrətə çevrilə bilər. Əvvəl Azərbaycan xalqında təbrizlərə qarşı sevgi yoxdur. Gəlin açıq danışıq. Azərbaycan xalqının çoxu. Yeməyim, içməyim olsun, müstəqillik gəldi mənə verdi, düzdür. Sonra İranlıları tanımırsan, nə filan şeylər. Bunlarda da açıq danışmaq lazımdır. Onu bizim ideologiyaya gətirmək üçün biz özümüz gələk bir yola əvvəl. Onlara konsept verək. Yoxsa birimiz manla qışqırsaq, birimiz şey qışqırsaq, o dağılacaq. O heç naminə gəlməyəcək. Əgər Təbrizlilər biz birləşəndən sonra birdən-birə bura axışsalar, yadınızdadır Ermənistandan gələn soydaşlarımıza, buradaşlar nə deyirlər? Yadınızdadır da. Yox, deyir Erməni ondan yaxşıdır. Yadınızdan çıxır. Cənab bəy, ola Buyurun. Başda və səbirli. Deməli belə idi, bir tarixi hissəsini
elə bir sual cavab eləyə bilər. Sonra keçib biraz da siyasi tərəflə məsələn. Hə, təşəkkür. 2 dəqiqə səbir olun. Səbir eləyə bilərsiniz 1 dəqiqə. Fikrini bizə xahiş edirəm. Yormaq istəmirəm, siz onun üçün istəyirəm ki, keçsin. Deməli burada məsələ necədir bəylər? Bax indi Kamran bəy fikrini bildirdi və təəssüf ki, yerdən reaksiyalar birdən kobud oldu. Oldu keçdi. Yəni bir də yox üzr istəyirəm. Yəni tənqid də eləyə bilərik. Tənqid də eləyə bilərik. Əgər nə isə səhvlisə eləyə bilər. Amma nizamında və səbirlə, növbə ilə kim də bəyəndisə, fikrinlə razıdırsa, tərif də deyə bilər. Və burada Kamran bəyin əsasən fikri, məsələn bir ana xətt gedir. O nədən ibarət? İsbat. Yəni hər şeyin Fakt, isbat. arqument. Məsələn, tutaq ki, bir tarixçi tədqiqatçıdır, məsələn tarixçi. Yəni bu adam bir sübut eləmək üçün özünü o işləyir bir mənbədə, yeni bir şeyi kəşf edir və o kəşfi təqdim edir və o kəşf etdiyi yeni mənbə haqqında öz fikrini qoyur. Buna deyirlər tədqiqatçı, alim, fakt qoydu ortaya. Empirik elmdə, yəni. Hə. İndi bu yanı çox sadədir da. İndi məsələn tutalım ki, hər hansı bir dövrlə bağlı, məsələn burada artıq o tarixi nəzəriyyə baxımından fərqli istiqamət yaranır. Tutaq ki, bir hissəmiz deyirik ki, Kamran bəy Altay nəzəriyyəsindən danışır. Bir hissəmiz deyirik ki, tutaq ki, Urmu nəzəriyyəsi. Altay nəzəriyyə deyirdi, Altay faktdır. Hə. Artefaktlar var. Hə, bildim. Yəni bir dənə üzr istəyirəm. Deməli, burada fikri bildirəndə sadəcə olaraq ən birinci nədir? Etika ilə, hörmətlə, qarşılıqlı şəkildə bir öz fikirlərimizi bildirək. Kimin fikri varsa, kim razı deyilsə, fakt qoysun ki, bu belədir, belədir və salam. Burada nə var ki? Bir də mən fikrimi bitirim. Baxın, indi Güney Azərbaycan, Quzey Azərbaycan. Biz bir şeyi də, faktı da qəbul etməliyik ki, orada da ona hazır zümrə var. Biz 90 minlik burada futbol komandası yığa bilmirik. Efirdən dəfələrlə xahiş edirəm o Qarabağ komandasından. Adı Turandır komandanın. Tovuz komandasının adı Turandır. Xahiş edirəm ki, siz də buradan ora salam deyin də. Təbriz, Bakı, Təbriz bir salam deyin də futbol. Demirlər, ölüblər. Onlar medialı, manlar, ölüblər. Amma oradan bu yana gördüyünüz kimi də Bakı, Təbriz, Bakı, Ankara, İsfahan, Rozunlar deyirlər. Bu çox, o 90 min gənc var ha. Qırmızı geyib oraya çıxan gənc var ha. Onu vurun 5-ə. Onlar sabah küçədədirlər. Pezişkanı onlar gətiriblər hakimiyyətə. Orada daha böyük yüksəliş var. Təəssüf ki. Millilik baxımından haqlısan bəy. Niyə təəssüf edirəm? Çünki bizdə paralel getməlidir ki, bu iş getsin də. İndi belə bir məqam var. Güney Azərbaycan, mən əminəm ki, Güney Azərbaycan yaranacaq. Yaranacaq, o İran dağılır. O Beluj öz dövlətini yaradır. Söz istədir. Sonra oradakı ərəb var, o Saudi Ərəbistanla birləşəcək. Nefti də var, hər şeyi var, gözəl də yaşayır. Körfəzin deyir, balaca bir zolağın tərəfi Saudi Ərəbistanı. Öyle ərəbdir də orada. Kürt də öz dövlətini yarada bilər. Yaradacaqdır. Qardaş, necə biz yaradacaq, yaratmayacaq. Amma yaradandan sonra, bu dövlətlər yaranandan sonra bizim münasibətimiz necə olacaq? Və biz doğrudanmı Güney və Quzey Azərbaycana razılaşmalıyıq mı? Məncə razılaşmalıyıq. Heç olmasa bir 10 il, 15 il. Necə onları özümüzə yaxınlaşdıra bilərik? Necə mən sizə deyim? Biz orada məktəb yoxdur. Orada məktəblər açılacaq. O məktəblərin proqramı buradan gedəcək. Niyə? Çünki gəlin deyirəm, Seyid Əzim Şirvani də bizik, Əli Bəy Hüseynzadə də bizik. Bütün bu ideologiya bizik də Quzey Azərbaycandır. Amma bugünkü proqram ora getsə, bugün məktəbdə bizə proqram var. O ora getsə, o manla media ora getsə, biabıçılıqdır. Başa düşürsünüz? Proqramın özü bizdə indi pis gündədir məktəbdə. Bizim şagirdlərimizin özü, düz yaxşı məktəblərimiz var, görürsünüzsə, müəllimlər filanlar da var. Deməli, məktəblər getməlidir ora. Bu bir. İkinci, orada televizyon yoxdur. Yerli televizyon yoxdur. Bu televiziya gedəcək ora. Bizim televiziya birdən baxın. Dal şirlənlər gedəcək ora. Bizim televiziyamız da pis gündədir. Var ya, adı var, amma özü yoxdur. Orada akademiya yoxdur. Bizim üzr istəyirəm bütün alimlərdən də, amma akademiyamız göz önündədir. Qardaşlar, bu nə idi o başçısının adı? Danışan biri. Özü Bəyli də familiyası da. Mən öyle Bəy nəslin adam görməmişim. Onun bir nə danışır? Mikrofon qoyulur oraya. O gedəcək Təbrizə. Yoxsa Elza Seyidcan gedəcək Təbrizə. Bu məsələ ondadır ki, Güney Azərbaycan orada inkişaf bizdən tez olacaq. Amma buranın təməli ilə biz öz təməlimizi itirmişik. Heç olmasa ora yönəltməliyik ki, məsələn, Vaqif Mustafazadə bizdədir, Üzeyir Hacıbəyli bizdədir, Fikrət Əmirov bizdədir, Qara Qarayev bizdədir, Emin Sabitoğlu bizdədir, Tofiq Quliyev bizdədir. Bizdə pisiz nələr var? Eləcə İbrahimovdan tutmuş da Cahangirova kimi bizdə pliyada var. Belə. Aktyorlar Səməndər Zayevlə tutmuş nəsə. Biz çox qüdrətli, bu Quzey Azərbaycanda yaşayanlar çox qüdrətli olduqca. Çünki istedadlı xalq, Türkiyə istedadlı xalq. Amma biz onu itirmişik mi? İtirmişik. Biz bu əllə, boş əllə orada çıxa bilmərik.
Mümkünsüz bir şey. Yekunlaşdırıram. Bütün bunları əldə etmək üçün yalnız tarixi gerçəklər danışılmalıdır. Yalnız. Bu yolu, bax bu keçdiyimiz yolu İngilisdə keçib, o da Anglo-Saksı dönəm başlayıb danışmaq ki, biz Atilla gələndə böyük xalqlar köçündə qaçmışıq. Türkün qabağından qaçmışıq. Gəlib buradakıları əzmişik. Deyirlər onu ingilislər, düzdür. Almanlar da deyir ki, biz Vikingi oradan gəlmişik, Skandinaviyadan gəlmişik. Bütün xalqlar öz tarixini gerçək söyləyirlər. Bizim tariximiz isə hamısından üstündür. Əgər bütün dünya xalqlarının sərkərdələrini bir səhifəyə yazsaq, bütün dünya, İskəndər Makedoniyalıdan Kutuzova qədər, Hannibaldan tutmuş kimi istəyirsiniz, hamısını yazın orada, Julius Caesara qədər. Ancaq bizinkini başlayıb, Eftaletlərdən bu tərəfə başlayıb, Mete xandan bu tərəfə yazsaq, bizinkini 4 dəfə çox olacaq onlar. Amma bir şərtlə ki, gerçək tarixə dayanıb, boş-boş danışmaqla. Təşəkkür. Buyur bəy, söz sizindir. Qardaşlar çox bağışlayıb, mən ən son gələnən birinci təşəkkür edirəm sözü mənə verdiniz. Kamran bəy, sizi yaxından görməkdə çox sevinirəm. Mən də şadam, çox sağ olun. Və sizin özünüz bilmədən çoxdandır sizi izləyirəm. Güneylidir. Yurdsevərliyinizə belə adım kimi əminəm və sözlərinizin bir çoxuna qatılıram. Ancaq bir qınaqlarım da var, tənqidlərim də var. O da bu demək deyil ki, cəmdə və ya bu çəkiliş olsa, yayılsa sizə qarşı aşağılamaq qəsdilə də işi düzəliş fikirlərinizi daha formalaşdırmaq üçün. Mən həmişə bunun əleyhinə olmuşam, biz siz deməyə. Buna görə ki, ümumiyyətlə biz bizik, bir xalqıq. Doğru, mən razıyam sizə. Niyə? Mir Cəlal burada məşhur adına küçə vardı, yazıçılardandır, elə Güneydəndir belə götürsək. Bu saat xandanın başında olan xanımın oradandır. Axundzadə Müzəffərli. Bu saat o Zeynəb, kimdir? Rübabə Muradova Təbii. Ərdəbildəndir. Və orada mən kimi dindirirəm, deyir ki, Gəncədə, Bir Bakıda, Fətəli xanım Xoylunun adı bəs eləyir. Xoyski eləyiblər, İski də bizim deyil, Xoyludur da. Təbii. Belə götürəndə, yəni bununla bu yana çalışağım, bizdəndir, sizdəndir deyil. Biz bir qan qardaşıyıq, bir millət. Bu burası. Mən xahiş edirəm bunu ayrıca almayın ha. Öz Doğrudur, doğrudur. İkincisi, yəni mən məcbur oldum sondan o notlar götürmüşdüm, sondan belə götürüm. Bir də çox deyirlər ki, Güneydə belə yerinə salıblar. Azadlıq, ədalət, milli hökumət. Bu milli hökuməti biz çıxartmalıyıq xalqın ağzından. Hökumət deyəndə hakimdir, ola bilər İran çərçivəsində, federal bir sistemdə müəyyən qədər bir imkanatı, azadlığı olan bir hakimiyyət yaran. Amma milli dövlət düzdür. Ki, dövlət də, hökumət də ərəb termindədir və milli dövlət sözü də ərkələt demək. Düzdür. Ərk sözü də, ərk qalası da dövlət qalasıdır. Bu da burası. Burada bir söz vardı, çox yazıqlar olsun, mənim işimə görə tədqiqatla ciddi məşğulam deyə müxtəlif institutlardan. Gedirəm, girirəm, məsələn, Elmlər Akademiyasına, konkret gözümüzün qabağındadır. Baxıram, görürəm ki, yazıbdır, o birləşməyə görə ki, deyirsiniz, olmayacaq, sözə qüvvət kimi gətirirəm, fakt gətirirəm. Görürəm ki, yazıbdır, müasir Azərbaycan dili şöbəsi. Deyirəm ki, qardaş, sənin bu hakimiyyətin başda olan Buzca ayrı, bu boyda institut yaradıb, Elmlər Akademiyası yaradıb, elmi heyətə maaş verir və Azərbaycan dilinin müxtəlif şöbələrini qoyub özünüz demişkən, yəni çeşitli bölmələrin. Sən hələ bu işin sorumlusu olaraq dilimizdə həmin o müasir daşıyan çağdaş sözünü döndərə bilmirsən. Öz otduğun yerdəki güya türk dilini sən istəyirsən, genişləndirəsən, düzəliş edəsən. Bunu mən götürüb Güneyliyə ədəbi dil kimi burada formalaşıb aşılasam, mənim ağzımdan vurarlar. Düzdür, tamamilə doğru. Biz elə özümüz dil reforması. Bircə o deyil, ha. Cənubi Azərbaycan şöbəsi var. Qardaş, mənim dilimdə Güney sözü var, eyni o sözü daşıyır. Niyə Cənubi deməliyəm? Bu da bir dildir. Bundan sonra illər, uzun illər burada rusçuluğa, rus beyniqə siz buyuran kimi taxtabaşlığa gedilib, orada farslaşdırma, yəni özümüzə bir qandal vurub. Ciddi surətdə orada özüm birinci İranlı bilən, sonra Türkəm desə, hələ onda Azəri deməsə var və sənətlər, xət, əlifba, bir seri inamlar, bunların hamısı elə belə gözə görünmədən bir ayrılıq gəlib, parçalanma gəlibdir.
Bu saat birdən-birə tutaq ki, bax dünyanın o nəhəng güclərin, qara qüvvələrində mənafeləri icazə verdi Güney Azərbaycan adında indi hələ aşağı-yuxarı o ərazisindən haranı əhatə edəcək çox mübahisə yeridir. Ondan asılı olmayaraq verdilər, dedilər buyurun oturun. İstəsək birləşək bu məsələlər ki, dedim örnək üçün, bunlar çox böyük çatışmazlığa, sorunlara Təbii, elə səbəb bir, olacaq. siz bir neçəsini tanırsınız. Yəni inteqrasiya bu asanlığa deyil. Ona görə ötkünlük olmamalıyıq. Və Türkiyənin də burada Turan iddiasında olub, Türk Dövlətləri Təşkilatının aparıcı güclərindən Türkiyə ilə Azərbaycan Cümhuriyyəti başda olmaqla, bunun təməl daşında olmaqla baxırıq, deyir ki, biz bayaq dedik və bu aydındır, sübut lazım deyil ki, biz bir millətik, Güneyli, Quzeyli Azərbaycanlıyıq. Nə təhər olur? Siyasi sərhəd sınırlar ki, cızılıbdır. Arazın quzeyindəkinə deyir bir millət, iki dövlət, güneydəkinə üçün indiki İran deyilən qondarma bir dənə ölkə tərkibindədir. Ona deyir ki, Azəri qardaşlarımız. Özdə böyük rütbəli, belə Erdoğan necə də bunu deyir? Bu paradoksu mən necə həll edə bilərəm? Niyə bunun üzərində danışılmır, işlənilmir? Bu da bir məsələ. İndi bəzi terminlərə keçmirəm, yekədir, əkədir, ən yekədir, ərkələtdir. Monqollar ki deyirlər, ay Monqollar gəlib, Güney Azərbaycanda belə bir açıqlama var ki, sizi Monqollar türkləşdiriblər, niyə Monqollaşdırmayıblar? Çünki ona görə bilmirlər ki, heç Monqol bütün İranı aldı, və niyə təkcə Güney Azərbaycanı türkləşdirdi, niyə Monqollaşdırmadı? Hülakin adı Monqol qoydular, ona görə. Hülakin Monqol deyil. Hə, hələ ondan da əlavə, belə götürəndə indi əgər oturaq düz danışaq, hələ düz oturaq düz danışaq da, Monqolların özünün 12 dənə ordunun o əsas qollarının 9-u türklərdən idi. Məncə ondan da çoxdur. Yaxşı. Adamlar Yəni üçün mən elə danışırlar. bunları adımla çəkirəm. Bundan da keçirəm, çox çatı. Bir dənə məsələ vardı. O oradakı faşlaşma, ondan sonra İrançılıq olmaq, qarşı olmaqla bərabər İran ki bu saatda yaşayan, çox da tanınmış, rolu olmuş, keçmiş xarici İşlər naziri deyilən baxanı da Məhəmməd Cavad Zərif açıqcasına dedi ki, bizə Batılılar dedilər ki, elə iş görməyin, əlimizi arxamızdan çəkək, bir həftənin ərzində Tehranda Türk dövlətlə danışmaq zorunda qalasınız. Bunu, yəni Eşitdim, mən bilirəm. Ay sağ ol. Elə işte Yəni, demişəm. bu masonların uzun müddətli planıdır və illüziya, o sanrızat əsasında deyil. Bu gerçəkdir. Yəni orada Bilmirəm, plan masonların deyə yox, amma var, o plan var. Ola bilər masonların deyil. Prezidentin məsələsinə gəldikdə ki, yadınızda olsa, İranın rəsmi dövlət qurumunda, prezident aparatında ən azı birinci dəfə Türk dilində jurnalist Rəşid bəy getdi, danışçıdır soyadı, yəni tələbə mənasındadır, öyrənci. İndi də belə olub da orada farsçılıq əsasında da olurdu. Rəşid danışçı getdi, buranın terminlərindən, ədəbi dilindən oturdu, cənab prezident deyə sözü başladı və orada nə qiyamətlər, qovğalar yaratdı. Bu bizim böyük uduzumuz idi. Bax, onun hələ Böyük nəyimiz idi? uduşumuz idi da. Uğurumuz idi. Uğurumuz idi. Hə. Ancaq pan-İrançılar da təbii ki, səssiz qalmadılar. İndi biz Pezişkiyanın türklüyünə, türk düşüncəsi olmağına heç şübhəmiz yoxdur. Təbii. Ancaq məsələ buradadır ki, tətik kimin əlindədirsə, güc ondadır. O birbaşa yönündən keçsə də, Və Məcbur icazə verin edilmiş ayrı yerində sözlər. bir replik edeyim sizə. Baxın, Səssizə qoy bəni. yox, adama yəni kəsdim ki, yəni güc kimin əlindədirsə, elə mən icazə verin mən sadəcə Buyurun. olayım. Baxın, SSR dağılanda bütün keçmiş SSR respublikalarının hərəkatın önündə gedənləri keçmiş kommunistlər. Məsələn, Litvada Landsbergis idi. O konservatoriyada rektor idi, mənim həmkarımdır. O kommunist idi. Bizdə də Heydər Əliyev idi. Necə Heydər adı? KGB-nin generalı falan oldu, bu ömür boyu orada olub, Politbüro üzvü. Naxçıvanda birinci Məhəmməd Əmin bayrağını qaldırdı ki. Yəni deməyim odur ki, amma onlar nə Landsbergis, nə də bizim liderlər o Pezişkiyan ilə dinləməmişlər. Məqam gələndə, oradakı hərəkat başlananda görəcəksiniz ki, Pezişkiyan elə olsa deyir, indi də deyir. Nə qədər xalqa yaxın və nə qədər bizə lazımlı adamdır. Çünki o dünyada qəbul olunmuş legitim liderdir, legitim seçilmiş. İranda yeganə legitim liderdir. Və sabah istefa versə, gedəcəyi yer bir dənə Təbrizdir.
və onun arxasında dayanacağı bir dənə xalq varsa, o da Azərbaycan türkləridir orada. Ona görə mən sadəcə öz fikrimi deyirəm ki, yəni o yuxarıdan indi ola bilər ona güc gəlirlər, amma hansı indi də Vahidi ilə filan üzbəüzdür. Aydın. İndi də onlarla Mən yekun vururam ona. Fikrini tamamlasın Hə, və sonra da çox hər qısa. kəsə söz veriləcək. Narahat olmayın. Durub bir dənə real keçmiş var, olay, hadisə, tarix, bir dənə də mifik illüziyalar əsasında. İndi belə götürəndə dünyada ən çox tiraj baxımından 100 milyonu aşmış tirajda çap olunmuş kitab, bütün də mötəbər Amerikadan bir yana, Yaponiya, Doğu, Batı, mötəbər universitetlərində, institutlarında, polislərində Türkologiya var da, öyrənirlər də. tədrislər olunan Qorxurlar kitabın adı nədir? İskəndərnamədir. Qulaq asın, İskəndərnamədir. Makedoniyalı İskəndərə görə çap olunan kitabdır. Bu kitab hələ o qədər etibarlıdır və təcdidi çap olubdur. Onun özü deyir ki, ben indi bu elmi mübahisədə etik qaydadan qıraq olsa bağışlayayım, məcburən deyəm. Deyir ki, onun atası Filip cinsi çatışmazlığı var idi, yəni dölləndirə bilmirdi. Onların hamısında var. Mənim illüzlar, onların tanrıcası Zeus gəldi ilan şəklində, zifaf gecəsi bunun anasını boyla elədi, hamilə elədi. Hə, o hissə Hələ edir. bunu getirsək, bütün şeylər yəni oldu bərbad. Əhəmənlərə görə mən dostlar bilirlər, ayrı yerlərdə çıxışlarım olubdu. Belə özüm adım kimi əminəm bunlar mistik əsasındadır, reallıqda olmayıblar, kağız üzərindədir. Vaxtı dostların vaxtlarını almaq istəmirəm. Çünki hamında Hə, oraları sorğu-sualı getməyə vardı. çalışacaqlar. Amma bunun mübahisə yeri də vardır. Son sözüm, indi ola bilər ki, zaman sürəcində insanlar yaşadığı yerdən, təhsil aldığı şəraitdən bir çox məlumatlar, yalan, düz alıblar. Hərədə bir beyin formalaşıb və yaş da üçün ötübdür. Artıq o bank dolub. Yəni uşaq beyni deyil. Format şeydir. Onu format eləyib, təzədən ona yeni məlumat, düzgün məlumat yazmaq çox çətindir. Ona görə təbiidir, cənabınızın kimi çıxışlarında bəziləri öz dediyi məsələlərə görə qarşı ola bilər, amma lazım deyil hörmətsizlik ola. Mənim bəzi sözlərinizlə müvafiq edim, bəzisinə müxalif dedim, hörmətlə danışdıq, bitdi. Məsələ belə də davam eləyəcək lütfən, dostlardan istədim. Bir kəlmə sadəcə o siz-biz məsələsinə görə siz tamamilə haqlısınız. Dediklərinizin hamısında haqlısınız. Nə demişsiniz, hamısında da haqlısınız. Mən təşəkkür edirəm sizə dediklərinizə görə. Bu fikirlər düzeydə genişlənsə, düzeydə genişlənsə, biz normal yol gedəcəyik. O siz-biz məsələsində isə əvəzli olaraq mən onu deyirəm. Təbii ki, mən onu deyirəm, bir millət və yəni türklərdə belə bir tarix, Türkiyə türkləri o tarixi uşaqlıqdan keçirdir. Bizdən fərqli olaraq, məsələn, onlar film çəkirlər, serial çəkirlər, onlar Ertuğrul'u çadırda göstərirlər. Heç bir qalada, heç bir oturub, o nə var onu göstərirlər. Və deyirlər ki, bəli, Ertuğrul Mərddən gəlib. Özü Ertuğrul 11-ci əsrdə gələn deyil, hələ çox-çox sonra gələn. Amma onun, məsələn, bütün dünya Səlcuqlara nə deyirlər? Turki Səlcuqi, Turki. Yəni adını qoyublar üstünə. Osmanlılara nə deyirlər? Turki Osman qoyublar ora. Onun üçün türklər öz tarixini gerçək danışırlar və özlərini Səlcuqlara bağlayırlar deyə biz onlarla siz-biz ortasında qalırıq. Və onlar, biz Azəri ona görə deyirlər ki, istənilən Azərbaycanlı ilə, bir də sizə misalı deyim, keçək olursa məsələlərə. Bax, biz Gürcüstanda bir masa arxasında oturmuşuq. Mənim əskəri dostum yanımdadır, bir Gürcü, bir erməni oturur. Bir sizə Gürcülər, o sabah başlayırlar. Mıqabdərəvli narod, qadınatazez, Baxtan, Qorqasal, Plişor, Mizez, Nakani. O başlayırlar danışmaq tarix. 5-ci əsrdə tarixləri var da. Danışırlar. Orada da erməni də başladı. Biz Tigrandan getdik, belə şeylədik. Keçdi bizinkinə. Mən də baxır, əskəri dostumdur özü. Deyir ki, sizə necə deyir, sən də başqa söhbət eləyin. Bu şeylər bizə lazım görür, tarixi zədlə. O, türklər o adamları çox görürlər. Buradan gedən bizi, bax elə türklər də bilirsiniz, onlar tarixə aşıqdırlar. İstəyirsiniz taksi sürücüsü olsun, istəyirsiniz alim olsun, tarixdən danışan kimi, onlar olsa başlayırlar Ertuğrul'dan danışmaq edir. O filmləri çəkməklə onlar çalışırlar ki, təkcə Türkiyəni yox, bütün Türkistanı öz köklərinə bağlasınlar. Bilirsiniz, o Ertuğrul filmi necə dəbdədir bizdə, biz baxırıq ona. Amma ora baxıb, baxa-baxa, yenə çadırın əleyhinə gediriksə, başa düşürsünüz, o bəla orada da onu demək. Amma hər şeydən razıyam sizlə. Buyurun, sualınız var. Mən sualıma çox diqqətdən qulaq asdım. Belə bir şey mən də yarandım. Bax, bu bir ara cənab prezident Qərbi Azərbaycan idması yaratmışdı və mən özüm həmin ocağa getdim, Qərbi Azərbaycan idması. Mən Hər ikisini mən dəstəkləyirəm, hər şeydə yanım.
həm bizim o 88-ci ildə deportasiyalar, indi Paşinyan da demokratik seçkim tutdu. Elçilərin də bir Bütöv Azərbaycan birliyinə əsas var. İndi pis yaxşı Bütöv Azərbaycan ocaqları var və onu yaşadır elçilərin yolu. İndi biz bu nətər bir yol seçək? O Bütöv Azərbaycan deyəndə bəziləri görən o Qərbi Azərbaycandan siz mənə deyir, separatçısın. Çox qəribə sizin dediyinizə görə. Yəni o necə bir tənzimlənə bilər? Vahid ideologiya mı olmalıdır? Yox, Qərbi mən Azərbaycan. Elçi bəyə müşavir olmuşam da mən bilirsiniz. Bəli. Müşavir olmuşam və Elçi bəy məni müşavir təyin eləyəndə bax bu belə savaşlara görə məni cəbhədən çıxartmışdılar. Mən cəbhədən çıxardandan sonra Elçi bəy evinə çağırıb Nəsimi şöbəsində. Nəsimi şöbəsinin ali məclis üzvü idi, rəisət heyətinin üzvü idi. Yadımda da. Deputatlığın namizədi ilə götürüb çıxartdılar. O nə üçün çıxartdılar? Siyavuş Novruzovla bir proqrama çıxmışdım, nəzər nöqtəsində və Siyavuş Novruzovu lazımi hava salmışdıq orada o vaxtı. Sən demə cəbhəçilər hamısı Siyavuş Novruzov Tayyip mən xəbərim yoxdur. Ne Qüdrət Həsənquliyev idi, hamısı oradadılar deputatlarla. Və kim idi bu? Hamısı oradadılar. Əl-Məhəmməd, Fazil, Fazil bir dənə Fazildən başqa hamısı çıxdılar tribunda Məhəmməd Əhməd. Bir saat Məhəmməd Əhməd çıxış oldu orada. Bir çıxdılar. Yox, Ali Məclisdə. Ali Məclis. O özü ixtiyarları yox idi çıxartmaq. Çünki gələ əvvəl Nəsimi rayonundan çıxardı, sonra. Nəysə, o Elçi bəy də çağırdı məni evə. Və Oqtay Allah şahidin sağdır da, onun köməkçisi vardı Oqtay. Qasımov. Hə. O da söhbət elə, orada da gəlin tarixdən söhbət düşdü. Bu söhbətlər düşdü. 4-5 saat çəkdi. Camaat payda gözləyirdi, orada qapınazdı. Ev vardı, bu Qoşazaq yanacaq məntəqəsi var ya, mikroyanda, orada bir ev vardı. Çıxandan sonra təyin elədi məni millətlər arası münasibət üzrə. Yəni adı belə idi. Millətlər arası münasibət üzrə. Hətta Oqtay bəy orada dedi ki, yox, heç olmasa mədəniyyət üzründə konservatoriyada ki, onun kimi tarix işi bilmir və təyin edir. Nə üçün deyirəm bunu? Elçi bəy özü hərəkətə başlayanda bizim elə bir planımız yox idi müstəqillər olmalı. Şərait elə idi ki, Elçi bəy bizə deyirdi ki, biz ona müəllim kimi yanaşmışıq da, həm yaşlı məndən böyük idi, həm də biz cavan uşaqlar idi. Bu hərəkət idi, alovlu idi orada, dağ vaxtlarında şey idi. O deyirdi ki, yəni biz əvvəl yavaş-yavaş muxtariyyatımızı bərkitməliyik Sovetin tərkibində. Biz ora birinci çıxanda Azərbaycan Respublikasının bayrağı ilə çıxmışdı. Çinəyin bayrağı yox idi. Ona görə də indi hələ ki bu hərəkət gedir. Heç kim bilmir bu hara gedəcək. Bizim işimiz ancaq o gedişə hazır olmaqdır. Vəssalam. Yəni biz maarifləndirmək. Planlaşdırmaqdır. Biz belə eləyəcəyik, oradan belə keçəcək. O mümkünsüz bir şey. Çünki böyük ölkələr və böyük planlar bizdən də başqa planlaşdıranlar var. Və o planlaşdıranların əlində milyardlar, trilyonlar var. Bizim əlimizdə işin yox. Biz pulsuz işini eləyəməzdik. Heç. O burada oturanlar bir məntiq qarşı hamısı kasıb adamlar. Yəni bütün Azərbaycandan, Türklükdən danışan adamlar var və olmalıdır. Mən birinci deyirəm, İrəvan xanları quranlarla o Güney Azərbaycandakı Qacar hakimiyyətinin sülalələri eynidir. Hətta Qarabağ xanlarının özü də Hamısı Qacar idi də. Bəli, bir Hamısı Qacar. Yox, Qacar orada şah idi. Ona görə də öz qohum əqrəbəsi. Biz həmişə qohumbaz olmuşuq da. Həmişə öz qohum əqrəbəsi. Ona arxayın idi. Bilirdi ki, o lazım oldu. Qayda qanun deyil. Təbii. O da Alman da elə idi, Fransız da elə idi. Onlar Alman dövlətləri, biz xalqında orada çıxaq dövlət. Almanlar ümumiyyətlə indi döyüşlər adlandırılır. Orada Bavariyası vardı, Prusiyası vardı, Avstriyası vardı. Bismarckdan sonra nəsə bir xalqa oxşar bir şey elədilər. Amma kök ki, bizim türk deyirik ya. O German kökü var ha. O Tatsedin bir dənə əsəri var, Roma tarixçisinin yazdığı qədim Germanlar əsəri var. Hamısını onun üzərində qurulur. Kökə aparıb bağlayırlar da. İndi bizim də işimiz kökə bağlanıb o hadisələr var, cərəyəndə. Ora hazır olmaq. Hazır olmaq üçün sadəcə türklüyü anlamalıdır. Hazır olmaq üçün türklüyün tarixini bilgisi olmalıdır və işlər getməlidir. Məncə belə olmalıdır. Amma biz nəysə Qərbi Azərbaycan məsələsi düzdür. İndi sən geyib. Amma nəyə görə sən geyib? Şəraitə görə. Çünki sən Qərbi Azərbaycan deyəndə nə Amerikanın xoşuna gələcək o, nə böbrüyün, nə sərhədlərin toxunulmazlığı var. Sən deyirsən ki, biz ona deyirik ki, sən onu oradan, konstitusiyadan çıxart bizə iddianı, buradan da ona torpaq iddiası edirsən. O mümkünsüz şey. Hələ ki, o sözdən dala çəkilmişik. Düz eləmişik. Çünki gedən proseslərə uyğun olaraq sən hazır olub getməlisən. Bizdə diplomatiya ona hazırdır. Mən çox sevinirəm. Bizim elə prezidentdən tutmuş başqa diplomatlarımız. Onlarla görüşəndə sevinirəm ki, arablar türklüyün adından danışırlar. Hər şey əla gedir. İçəridə iş getmir, içəridə. İçəridə həmən o Ramizin dövründən qalan həmən o varlılar var. Onlar elə varlıdır. Və onlar bizi sevmirlər. Onlar, o adamlar, o Sovet beyni ilə yoğrulmuş taxtabaşlar var ha. Onlar bizə nifrət edirlər. Onlar Hüseyn Cabiri güllələtdiriblər, onlar Müşahid Müşfiqi güllələtdiriblər, Əhməd onlar güllələtdiriblər. Və indi inandırım sizə ki, Putin oradan dönüb bura gəlsin, onlar bizi güllələtdirəcəklər. Birinci danosu onlar yazacaqlar, birinci, hamımızın əleyhinə. Hətta
Altayı desək də, Manna desək xeyri yoxdur. Türklük deyirik deyənə bizi güllələyəcəklər. Ona görə biz çalışmalıyıq ki, o türklük müəllimlərdir, mühəndislərdir, həkimlərdir, sürücülərdir. Bax, belə geniş yayılsın, onda hazır olacaq o proseslər. Təşəkkür Qərb ederim. hazırlığın tezdir. Fikir bildirmək istəyən var başqa? Ben, Buyurun. ben de Kamran Bey'e çok dikkatle dinledim. Öz adımdan ve dostların adından teşekkür ediyorum. Mən təşəkkür edirəm. Yani tarihten bu cür, biz tarihçisiz. Mən əslində tarixçiyəm, amma diplomum yoxdur. Belə Şahlıqdan tarix aşıyıq. Aslında biz bayağı konservatuar yapıyoruz. Bəli, bəli, konservatuar. İnternet televiziyalarında bazı çıxışlarına baxmışam. Daha doğrusu müsahibələrdən, ən çox da müasir siyasətdən, filan siyasetçilərlə müsahibələrine baxmışam. Amma o müsahibələrdə də Kamran Bey dayanmadığını, dayanmaq istəmədiyini, o müsahiblərinə müəyyən mənada yön istiqamət vermək təşəbbüsündə olduqlarını dəfələrlə görmüşəm. Amma indi bugün geniş tarixi mövzuda, bax elə əvvəllərdən üzü bəri tarixi ekskurslar elədi, yaxşı söhbət elədi tarixi mövzuda. Maraqlı fikirlərdir. Mən hardasa demək olar ki, 70-80% o qədim türklər məsələsinə qatılıram. Amma mən tarixçi deyiləm. İxtisasda bir neçə yerdə bu söhbətlər düşür. Məsələn, yəqin ki, bəlkə də oxumusunuz. Rəsulzadə Azərbaycan şəhər nizamı mühaqirəsi var. Çox mükəmməl bir məsələdir. Demək, ona Türkiyədə siyasətlə Stalin əmri ilə məşğul olmamaq gizli göstərişi verilib Atatürk tərəfindən. Məşğul olmadan Rusiya ilə münasibətlərimiz gərginləşir. 40-cı illərdə olur. Və o bilib ki, SSR-də Nizaminin 800 illiyinə hazırlıqdır, möhkəm hazırlıqdır. Hətta müharibə dövrü olsa da. O kitabxanalara gedib Avropada, Türkiyədə, Azərbaycandan bəzi kitablar əldə edib, Azərbaycan şairi Nizami monoqrafiyası 400 səhifəyə yaxın. İnanıram sizi indi 70 il İslamət dövründə və 40-30 ilin müstəqillik dövründə elə bir kitab yazılmıyor. Bu günlərdə, keçən il o bizim dildə uyğunlaşdırılmış şəkildə, mükəmməl şəkildə nəşr olundu. Ona qədər yadigar Türkiyə bəzi yoldaşlar hissə-hissə bəziləri tərcümə eləmişdi, çevirmişlər orada. Əgər oxumamısa, məsləhət görüm onu diqqətlə oxuyun. Hərəkət vaxtında o gətirirlər, yadınızdadırsa, hərəkət vaxtında onların... Əgər vaxtınız olsa, onu diqqətlə oxuyun. Rəsulzadə kimi bir insan, siyasətçi, ideolog, Nizamini ələk-vələk edib demək olar ki, fars dilində təpədən dırnağa və Nizami haqqında Avropada, Peterburqda və Moskvada yazılan əksər demək, interpretasiyalar hamısından tanış olur. Azərbaycan şəhər Nizami monoqrafiyasını yazır. Və tarixən türklərin Azərbaycanda, Anadoluda, siz deyən məsələlərə öz münasibətini konkret şəkildə verir. Makedoniya konkret deyəcəm, yəni çox danışmıyorum. Makedoniya İskəndərin dövründən danışır, İskəndərin dilindən deyir ki, Xəzər dağlarından düzün dəniz demir. Xəzər dağlarından Çin dənizinə qədər hər tərəf Türkdür. Burada hər yer Türkdür. Amma siz deyirsiniz ki, Türklər 11-ci əsrdə... Mən fakt deyirəm, mən heç bir kitabda Makedoniya İskəndərin dediyi var, dediyi. Onu gələn maqnitofona yazıydılar, Makedoniya İskəndər filan şey deyil. Yox, bunu da Nizami də deyil. Bilirəm, Nizaminin özü də deyib, o kitabda yazılan şey. Mən tarixi faktla, sonra özü dediniz ki, 78-80% razısınız. Mən tarixi faktla, adlarla, tarixlə sözlə danışıram. Kimsə nəsə deyibsə onu bilmirəm. Bax, Nizaminin özündən danışırıq, düzdür. Əgər bu gün siz Wikipedia girsəz, desəz Nəsimi, bax Nəsimi, siz girin deyim, Rusça deyim, olsa gəlir, İngilizcə deyim ya Türkçə deyim. Nə deyirsiniz? Çıxacaq ki, Azərbaycan türk şairi, Azərbaycan sözü var o. Türk dilinin, büyük müasir Azərbaycan türk dilinin yaradıcısı Nəsimi üçün çıxacaq. Çünki ona qədər türkçə şeir yazılmırdı, o səviyyədə təbii ki də. O ilk türkçə şeir yazan, düzdür. Nizamini desəz, yazacaq, çıxacaq ki, klassik persiski poeziya, yəni fars klassik poeziya. Bu bizim zəif tərəflərimiz. Bir dəqiqə, dünyaya çatdıra bilmirik. Bir dəqiqə, üzr Ben istəyirəm. O sözümü axıra kimi o sözümü axıra kimi. Ola bilər Nizami milliyyətcə türkdür, mən bir söz demirəm. Yox, Türkdür. Ola bilər də, çünki bu aktiv pasport yoxdur, heç kimdə görməyib onu. Pushkin milliyyətcə Rus deyil. Amma Rus şair. Niyə Rusça yazır? Lermontov milliyyətçi ümumiyyətlə Şotland. Nə Timiryazev Rus deyil, nə Karamzin Rusdur. Mən də deyirəm ki, o da bəllidir ki, əgər onun milləti bizimkidirsə belə bu qədər vuruşmağın mənası yoxdur. Adam nə dildə yazıbsa, o dilin poeziyasına mənsubdur. Çünki poeziya tərcümə olunmur. Onda Shakespeare də bizim şair. İngiliscədən türk dilinə tərcümənin, farsçadan türkçə tərcümənin nə fərqi var? Nə fərqi var? Farsça bizə yaxın, İngiliscə yox. Mən o mənada deyirəm ki, yəni o
boş yerə ora şey işlətməyə öz güclərimizi. Baxın, Azərbaycanda 2 film çəkildi şair haqqında. İkisinin də dalında Vat Heydər Əliyev yəni bilirsiniz. Nizami haqqında, bir də Nəsimi haqqında. Nizami haqqında film necədir? Biabırçılıqdır o film. Sovetdən çəkilmiş. Bəs Nəsimi də Sovetdən çəkildi. Nəsimi də o vaxt çəkildi. Nəsimi ondan biraz yaxşı. Biraz da yo. Nəsimi bir dənə Teymur orada rol edir. Teymurun orada düşməsi, Yusuf Əliyev Teymurun rolunu oynaması, Rasim Rəhmətliyin Nəsimin oynaması o şedevrdir. Şedevr. Orada hər şey şedevr. Yalanlar da çoxdur. Mən onu demirəm. Filmi Ayzəşullah bəy. Danışa bilməz. O əladır da. O Nəsimini Teymurla görüşdürmək var ha. O özü bir işdir də. O filmin dialoq bədii kinodur da. Kinodur da. Bədii kinodur da. Mən başqa şey deyirəm. Nəsimi kinosu necə kinodur qardaşlar? Niyə? Çünki yox, ona görə deyil. İcazə verin sözümü axıra kimi deyim. Başqası var, nizam var, film alınmıyor. Çünki orada şeirlər bizim dilimizdə deyilir. Doğma dilimizdə, Nəsimi dilində deyilir deyənə o bizə ləzzət eləyir. Amma Nizaminin şeirin Müslüm Maqamayev heç dilimizi bilməyən, başlayır bizim dilimizdə pioner dili ilə. Onu Səməd Vurğun tərcümə edib, bir də Süleyman tərcümə edib, Rüstəm tərcümə edib, heç bir farsını bilmirlər. O götürüb sadəcə o şeyi, motivi, Nizaminin motivini. Götürüb özü şeir yazıb, Səməd Vurğun şeiri. Ya bu gülüncdür, belə şeylərə. Mesela mən sizə bir şey deyim. Nəsimi filminin çəkilişində o Teymurun ora salınması var ha. O dahi, bəlkə mən əminəm kimsə ona yaxınsınız deyənəm. Teymurun başqa kinoda siz rolunu görmüsünüz, ümumiyyətlə Teymurun hansı kinoda. Obrazını görmüsünüz. Yusuf Əliyev onu elə oynayıb ki, indiyə kimi nə Qazaxıstanda, nə Özbəkistanda elə oynayamıyor. Bir də orada o işarəli Türkliyə işarə vurur. Hətta Babək kinosunun orada buyurun. Mən də elə istəyirəm. Buyurun. Sultan Salim divanının farsça yazdı. Demək onlar Sultan Salim farsça. Yox, bir dəqiqə. Üstün görüşünə Bir dəqiqə. Sultan Səlimin türkçə divanları var. Bir dəqiqə. Onun əsas divanı farsça. Yox, əsas. Bütün məktubları da farsçadır, bu tarixdir, hər şey Bir ortadadır. dəqiqə. Demək belə çıxır ki, Sultan Salim farsça. Əgər Sultan Səlim şairdirsə, onun türkçədə divanları var, farsçada divanları var. Ona qalsa Əsas yazıları yaxşı divan şeir olsun, nə qəzəl olsun. Qardaş, Şah İsmailin də farsçada, ərəbcə yazısı var. Şah İsmail də yazıb. Sultan Səlim. Bilirsiniz ki, ümumiyyətlə Misri alandan sonra xəlifəliyi ərəblərin əlindən alıb. Öz oğluna verir. Özü götürməyib onu. Oğul ondan sonra gələn Sultan Səlimin oğlu. Özü xəlifə gəldi. Yox, siz 18-ci sənədi- ildə özü xəlifə elədilər. 18-ci ildə. 1518-də. Siz bir dənə baxın. Özünü xəlifə elədilər. Siz qışqırırsınız danışında niyəsə. Mən danışmıyorum, deyil mi? Öyle danışmıyor da bu işler. Mən Ben de böyle danışsam necə xoşuna gələcək. Böyle danışmaq lazımdır. Bir dənə. Ben üstüne böyle bir şey var. Sultan Səlim xəlifəliyi alanda ərəblərin əlində. Ərəblərin əlinə alındı. Orada şu xəlifə Məhəmməd Peyğəmbərin qohumu olmalı. Başa düşürsünüz? Siz indi istəyirik ki, müsəlmanıq, ərəb bizə dost olacaq. Ərəb bizə nifrət edir. Deyirsən, gəlmirsən, mənim adımın xəlifəliyi almışsan sənədə vermişsən öz oğluma. Yaxşı özün almışsan, öz adıma verir, fərq eləməzsən. O onların çapıqdır ürəyində, o heç çox bizlə barışmayacaq. Heç. Bu aydın tərəflərini danışmır. İndi mən gəlirəm ki, Nizami qoyaraq bir tərəfə. O bizə lazımsız bir müzakirələrdir, başa düşürsünüz. Bax, biz Nizami ilə elan elədik, dünyada keçirdə bilmədik. Çünki bütün dünya onu fars poeziyasının klassik, onlar üçün, onların milliyyəti mənasızdır. Bir İngiliz üçün, bir fars üçün bizim onlara demək ki, o mənim şairimdir. O da sənə deyəcək ki, bu farsça yazıb. O vaxt hamı farsça danışırdı. Belə ki, o onun üçün fərqi eləməz. O nə dildə yazıbsa, şair o dilə mənsubdur. Məsələn, əgər Şəhriyar türk dilində ömrünün sonunda şeiri yazmasaydı, o fars şairi. Onun milliyyətinin... Sözdə burada Şəhriyarın mən fars divanını oxumuşam, 3 qat türk divanından çoxdur. Çox. Amma onu heç kəs burada bilmir. Bəli. Çünki öz dilində də vardı və türkdür öz dilində də vardı. Vəssalam, söhbət ondur. Əgər Lermontov Şotland dilində gözəl şeirlər yazsaydı, Şotlandiya məktəbini o keçəcəkdi. Amma rus şairi. Bir dəqiqə mən sözüm. Mən tarixi mövzulara çox da girmək istəmirəm. Filolog olduğuma görə bu məsələlərdə daha özümü səlahiyyət hesab edirəm. Buyurun. Boccaccio Latın dilində yazır. Sonra başqa bir neçə adı yadıma düşməyən şairlər var Avropada. Onlar özləri İtalyan ədəbiyyatına... Latın dili, İtalyan dili. Daha zəif olan mənim. Yox, başqaları da var. Başqa orada Dante'də... Latın dili yazıb da. Latın dili, İtalyan dilidir. Başqaları da var. Məsələn... Hansını desək Latın dili yazacaq da. Yəni qədim türk dili yazır. Latın dilində yazıb, amma bugün İngilis ədəbiyyatında, Alman ədəbiyyatında öyrənilir öz ədəbiyyatları. İtalyan... Öz ədəbiyyatları kimi. Yox, Boccaccio İngiliz şairi. Boccaccio yox, başqaları var. Kim, başqa kim? Nəysə. Nəysə, olmur axı, nəysə. 16-cı əsrdə Bağdadda yaşayıb. Bəli, əlbəttə. Bu Azərbaycan şairi sayılır. Türk şairi, Azərbaycan şairi ola bilməz, türk şairi.
O bizim Azərbaycan Türk şairidir. Azərbaycan o vaxt Azərbaycan yox idi. Azərbaycan 1918-ci ildə yaranıb. Sən buradan ora Azərbaycan şairi deyəməzsən. Nəsrinin Şamaxıda yaşayır, Hə. Azərbaycan Türk şairidir. O vaxt Şirvanşahlar Həsənoğlu dövləti. 13-cü əsrdə, 14-cü əsrdə yazıb yaradıb Əsfərayində. Türkçə yazdığına görə. Türkçə yazdığına görə. İstəyirsən Buxarada yaşasın. Azərbaycan şairi də yox. Azərbaycan şairi də. Türk dilində yazıb Azərbaycan şivəsində Türkün müxtəlif ləhcələri var da. Türk dilinin Azərbaycan şivəsində yazanını harda yaşadığından asılı olmayaraq Azərbaycan şairi Vəssalam. deyirsən. Mən bir Yox, Türk şairi deyəndə nə deyirsən istərsən? Türk şairi deyəndə mən nə deyirəm ki? Azərbaycanın üzərində yaşayırsa da belə deyil axı. Mən deyirəm ki, Rəsulzadə kimi adam, mən ona çox inanıram. O kitabı Siz bu oxuyur. söhbət niyə salsınız? Nizami söhbətin buna nə daxil? Yəni türklərin sıfıra gəlməsi deyil. Açıq, mən faktla dedim ki, siz razılaşmayacaqsınız. Bayaq dedim, axı, siz heç vaxt razılaşmayacaqsınız. O Sovet Mən qafası... dedim ki, 80% fikirlərinizlə razıyam. Amma bundan öncədən Biraz yavaş. Dedim də yaşayıb da, mən nə dedim ki? Dedim Şuzlar olub da, dedim Xəzərlər olub, dedim Hunlar olub da. Nə deyirsiniz? Deyirəm olub da. Amma dövlət yaratmayıb. Yaxşı. Tədricən yekuna gedirik. Baş... bir əlavə edəcəm, qısa bir əlavə edəcəm. Buyurun. Mən o kitablara istinadən danışacağam, yəni sizin kimi də. Mən Milli Təsərrüf Nəzəriyyəsini, Bütöv Azərbaycan yolunda içməyin kitabını oxudum. Bəli. Bir də Rəssudan İran Türkiyəni oxudum. Gördüm ki, bir-birinə bağlayan, bir-birinin davamlı olan kitablardır. Və orada mən Milli Təsərrüf Nəzəriyyəsi ilə Mustafa Kemal Atatürkün ilkələrinin, o Cumhuriyyət ilkələri var, milliyyətçilik, layiqlik falan. Gördüm ki, Mustafa Kemal Atatürk bu əsərləri oxuyur. Yəni Rəsulzadənin o Milli Təsərrüf Nəzəriyyəsini oxuyur, konsepsiya halında. Bizim bədbəxtimiz ondadır ki, biz onu oxumuruq. Biz deyirik ki, Rəsulzadə belə deyib, belə deyib. Baxıram İran Türk əsərində konkret şəkildə Şah İsmayıla, bizim o Oxumusunuz onu. Oxumuşam dedik. Nə deyilib onu deyim. Dediyim odur ki, Şah İsmayılı Türk şairi kimi, Türk hökmdarı kimi qəbul edir. Təbii Amma də. burada sən Fazıl Mustafa deyir ki, yox. Şimdi Fazıl öz üçün deyir, Fazıl nə qanır. Yəni oxumağı istinad edir demək. Bax, mən sizə bir şey deyim. Bax, Buyurun. Sovet, biz Rus imperiyasının qiymətini doğru vermirik. Rus imperiyası dünya imperiyaları üçün ona görə ayaqsa deyil mi? Ən hiləgər və ən də xalqlar arasındakı nifağı salmağı bacaran 10 kimi imperiya oldu. Heç bir. Onlar həm Azərbaycanlıların, həm Özbəklərin, həm Qazaxların, həm Gürcülərin içinə bax, belə nizami məsələsi kimi minalar qoyublar, onlar partlayacaq. Başa düşürsünüz? Bəli. Məsələn, baxın, Gürcülər üçün Şota Rustavelini qoyublar. Və deyirlər Rustavi şəhəri 30-cu ildə yaranıb, Sumqayıt kimi bir şəhərdir. Gürcü dilində Rus başlı deməkdir. Rus tabi. Tabi Gürcü dilində başdır. Onun Rustaveli ilə heç bir əlaqəsi yoxdur. Rustaveli yaşayıb Fələstində. İndi Şota Rustaveli, bunlar ki, bağırırlar, palayın pərəng dərisi geymiş pəhlivan filan. O ancaq Farsdandır, İsrafildən yazır orada, Aftan dildən yazır orada. Fars əfsanəsidir, Farsçada yazılır. Adam Farsça yazır. Gürcülərdə də o partlayacaq. Başa düşürsünüz? O minadır ki, gələcəkdə Azərbaycanlılar belə dəysinlər bir-birinə. Əgər Rus imperiyası dağılırsa, məsələn, Babəkin özü bir şeylər var, məsələn, Fazıl məsələdə bir çox şeylərdə həqiqətləri söylüyor. Orada həqiqət var. Həqiqət var. Məsələ nədədir? Ki, sən öz dahi sərkərdələrindən aralanasan, şimdi Alparslan ara, Babək ara, göz aramızdır. Alparslan yeni coğrafiya yaradır, dünya tarixini dəyişir, yeni şəkillənmə yaradır. Bu, indi dediğiniz yaxın şərqin şəkillənməsi Alparslan yaradır. Adam 8 minlik ordu ilə 120 minlik orduya qalib gəlib Roman Diogeni əsir götürür. Roma imperatoru kimi əsir götürür? Bizi dəfə Farslar bir dəfə götürürlər, o Valeriyanı əsir götürürlər, Şapur. Bir də ki, Alparslan götürür, Roman Diogeni özü öldürüb eləməmişik, Farslar başından götürürlər onu. Getiriblər, benat işləyirlər, nə edirlər, biz buraxmışıq. Ki, get pulumu gətir, o da gedib orada gətirəmirlər. Yəni ki, Alparslanı qoyub, Çağrı bəy Azərbaycandan soruş, tanımır, Babək tanıyır. O, onun sənin üçün yeritdiyi minalardır. İndi Rus tərəfində olan, mən Zəkirullah bəy demirəm, təbii ki, bizim qardaşlarımız, burada olan, o qafa ilə böyüyən, o Babəkdən qışqıracaq. Manna məsələsi. Ben Babəkdən qışqıracaq. Yox, mən məsəl üçün deyirəm, Yerdən danış. məsəl üçün. Babəkdən qışqıracaq, məsəl üçün. İndi başqa adamlardan nizamət çəkmək istəmir, tezən şey qatmayaq. Ondan qışqıracaq. Biz başlayacaq mübahisə var mı? O adam Azərbaycanlı kimi görünəcək. Başa düşürsünüz? Mən yox. Rus bunu bacarır. Niyə? Çünki Rus bilir ki, biz danışdığımız təhlükəlidir. O türklük var ha. O onun üçün təhlükəlidir, çox təhlükəlidir. Biz özümüzə dönsək, özümüzü bilsək, böyüyürük, biz onun qabağında rəqib oluruq. Çünki o bizdən aşağıdadır. Azərbaycanlı olsaq, o armud yeyək, mən də, ağaca çıxaq, mən də, nə görürük, mənimkidir, Manna da mənimdir, Minya da mənimdir, Albaniyada mənimdir, o da mənimdir, bir də mənimdir, sən orada olsan bu boydur. Çünki sən yalan danışırsın. Məsələ ondadır. Dediyimin məğzi ondadır ki, Nəsimi Şirvanşahlar dövləti özü Türk dövlətidir.
Qoroş, o Yezdilər, ərəbdilər, farslaşmış ərəb sülaləsidir Şirvanşahlar. Güclə deyir axı. Evrasiyyadır. Öylədir də qardaş. Yezdilər də, Dərbəndilər də, onlar həmən nəsildirlər. Onlar ərəbdilər, amma farslaşıblar. Başa düşürsünüz? Yəni ərəb xilafəti dağılanda özləri burada vali elan edirlər də. Yaxşı, indi deyir Şah İsmail bizim. O Şah İsmail gəlib Şirvanşahları dağıdı. Dağıdı, oğlu da gəlib ümumiyyətlə ləğv edib. İndi Şah İsmail mənəm, yoxsa Şirvanşah? Necə, o da mənəm, bu da mənəm. Mən də olmur axı, belə şey eləmək olmaz. Fərrux Yasar türk deyil. Amma Şah İsmail türk. Onun ordusu da türkçə danışır və Şah İsmailin ordusu da Ərzincandandır. Təbrizdən deyil. Çünki Qızılbaşlar orada idi. Gedib Ərzincandan yığıb ordunu. Gəlib burada qalib gəlib buranı türkləşdirir. Ancaq 16-cı əsrdən sonra Şimali Azərbaycana, bura dediyimiz Quzey Azərbaycan var, bura. Ondan sonra başlayıb bura türklər daha çox axışmağa. Onun əvvəl var idi burada, Nesimi var idi də burada. Düzdür, 14-cü əsrdədir. Amma Şah İsmaildən sonra. Çünki o artıq Şah İsmailin Türk dövlətinin bir əyalətinə çevrilmişik. Təbii ki, o bura elə-belə kefindən köçülməyib. Demografiyanı dəyişmək üçün. Məsələn, qabaq necə idi? Əgər Gürcülər üsyan qaldırırdılarsa, Ləzgilər üsyan qaldırırdılarsa, Şah İsmail oradan ordu yığmalı idi. Xudafərin körpüsünü keçməli idi, məsələn, düzdür. O pul deyəmsə. Amma bura bir xalq köçürüldü, Qarapapaqlılar köçürüldü bura, Gürcüstana, düzdür. Onlar üsyan qaldıranda oradan xəbər gəldi, Qarapapaqlılar bunların cəzasını verirlər. Şah üçün, şahsevəndilər də. Onlar cəzasını verirlər. Yəni, demografiya belə dəyişilib. Biz bunları deməliyik xalqımıza. Biz bunları gələndə, üzbəyiz oturanda, Rusa da, İngilisə də, Rusa mən milli sərəm, İngilisə də, Fransızsa deməliyik ki, qardaş, bəli, biz böyük kişilərin nəvə nəticəsiyik. Və biz yenidən şərqi biz şəkilləndirəcəyik. İraqı da biz şəkilləndirəcəyik, çünki düşmanlar ayaqdadılar. Suriyanı da biz şəkilləndirəcəyik. Siz bilirsiniz də, Müdafiə Naziri, Suriyanın Müdafiə Naziri, Kərkük valisi seçiləndə təbrik elədi onu. Təbrik elədi. Suriyanın Müdafiə Nazirinin adı Ertuğrul. Mənim oğlum adı Ertuğrul. Bir oğlum adı Turandır. Nəvəmin adı Alparslandır. Mən oğluma İranzu adı qoyan bərəm, qardaş. Kəksar adı qoyan bərəm. Deyək, mən Alparslanın nəvəsiyəm. Tərəkimə balasıyam, Türkmanam, nə var onu danışacağıq. Və danışdığımız da şərəfdir. Təşəkkür. Şahid, qısa siz də fikrinizi bildirin, yekunlaşa vaxt tamam oldu. Yekunlaşa qardaş. Mən bir şey fikri Kamran bəyə adil çəkmək istəyirəm. Siz demək, Zəkirullah bəyin o sualına da cavab verərkən Nizamini Fars şairi adlandırdınız. Söz yoxdur, bu Fars dilində yazıb yaradıb və tarixi inkar eləmək olmaz. Amma hansı ki, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan şairi Nizami əsərində Məhəmməd Əmin bəy deyir ki, Nizami böyük türkçü kimi, vulkan kimi püskürür. O Qızıl Arslanın ona gərək Fars dilində yazsın sənətkar sözü deyil və onda Nizami deyir, quruluq halqasına düşdü, qulağım qan vurdu beynimə əsdi dodağım. Bu nə sözü deyir ki, hökümdar mənə deyir ki, əksizlik gətirək Türk dili bizə. İndi, yəni ki, şair öz milli varlığını inkar eləmir. Harada debi Nizami onu? Hə? Nizami, bax mən şair, bir söz deyim. Nizami yaşayıb Gəncə şəhərində, düz deyil. Hə. 12-ci əsrdə Gəncə şəhəri hansı dövlətin şəhəri idi? Atabəylər dövləti. Qətiyyən deyil. Şəddadilər dövləti. Qətiyyən deyil. Orada Şəddadilər də Kürddülər. Hə. Farslaşmış Kürddülər. Yox, Kürddülər. Tanrı. Və Şəddadilərdən sonra, Nizami öləndən sonra Tiflis, Gürcü çarı gəlib oranı alır. 80 il Gəncə Gürcü dövlətinin bir hissəsi olub. Şəhər o demək deyil ki, bu günlərin Türkiyə ərazisində Bolu var, Bursa var, İzmir var, Konstantinopol var. Onlar orada vaxtilə Yunanlar yaşayır. Ondan əvvəl Hittitlər yaşayırlar. Ondan əvvəl orada Xettlər var, onlar yaşayırlar. Tarix belədir. Yəni biz elə düşünməyək ki, əgər bu adam Gəncədə yaşayıb, farsça yazıbsa, başa düşürsən, güclə bu Azərbaycan şairi. Elə olmur. Mən sizin indi Məhəmməd Əmin Rəsulzadəni, mən istəmirəm çox dərinə gedim. Məhəmməd Əmin Rəsulzadə öz kitabında Nizamini türk eləmək istəyir, mən başa düşürəm bu işləri. Amma tarix bir faktdır və elə siz düşünməyin ki, hansısa ədəbiyyatı yazanda kimsə səhv eləyə bilməz. Mən sizin o fikrinizdə haqq qazandırıram ki, Belədir. siz deyirsiniz ki, əgər Fars dilində yazdı demək buna Fars. Mən demirəm, bütün dünya deyir. Əgər bir şair hansı dildə yazıb, Byron İngiliscə yazıb mı? Byron. Məsələn, Nizamini ən yaxşı tərcümə eləyib Səməd Vurğun. Bura Nizami danışma Səməd gəlir. Vurğun, bir də Abdullah Şair.
Səməd Bəli. Vurğun deyir, mən bir misra... Fakat Çingiz Abdullayev Azerbaycan yazısıdır. Hə, Çingiz Abdullayev Azerbaycan yazısıdır. Yox, heç İngiliz yazısı deyil. onu demək, Yaxşı da kitab onu yazır. demək günahdır. Hə. Necə günah Rus yazırdı ona göre. İndi mən Yox, bir yox, dənə yazısı. bugünkü mövzu ilə bağlı sual vermək istəyirəm. Bax, bizim dərdimiz öz dərdimizdir. Azərbaycan yaxşı çıxışınızda bəxtlar dediniz ki, biz nə vaxt Bilge Xaqan demişkən Türk oluruq, Qarabağ qaytarırıq. Biz nə vaxt əgər... Şair Bilge Xaqan harda yaşayır? Hə? Bilge Xaqan harda yaşayır? Valla unutmuşam o tarixi. Onda mənası yoxdur bir şeylər Hə, daha. indi yox dedim. Bilge Xaqan Monqolistanda yaşayıb. Monqolistan, bax indiki Monqolistan var ha. Gültəkin də qardaşıdır. Ay sağ ol, onlar Monqolistanda yaşayırlar. Monqolistanda. İndi Oradan əgər nümunə Bizim gətirirsinizsə, milli deməli o bizik. Sara bir cümlənin Hə. ürəyimdə Deyil. qalmasın. Hə, deyil. Deyin, deyin. Hə. Bizim milli dövlətçilik ideoloqlarımız deyir ki, Türkləşmək, İslamlaşmaq, müasirləşmək. Bu şuarımızdır. Şimdi biz Azərbaycan olmaq üçün həm yaxşı Türkləşmək, həm İslamlaşıq, həm Hadi müasirləşək. müsəlmanlaşıb da cəhət Amma yaxşı görünür, nə Türkləşə bilirik, nə müsəlmanlaşa bilirik, nə də müasirləşə bilirik. Əgər biz Lap qəşəng müasirləşmişik. Türk dövlətləri də var, Türk dövlətləri var ya, ayaq saqqal. o çağın tamamını Bugün, sonra amma mən siz sizə həqiqətən siz deməyəcəm. Türkiye'de inkar edirsiniz. Bugün dünyada 5 Türk dövləti var. Tarixdə belə şey olmayıb heç vaxt. İndi Necə Türkləşə inşallah. bilmir? Necə Hələ Türkləşə ən çox işlətdiyimiz də Turan dünyasıdır. Bugün Turanlar- Azərbaycanın şeydir, Milli Təhlükəsizlik Nazirliyi də bugün belə deyirlər, düzdür? Milli Təhlükəsizlik Naziri tarixi hadisədir. Deyir ki, bu Türk dilli dövlətlər nədir? Öyle Türk dövlətiyiz, biz adımız Türk dövləti. Türkləşmək necə olur ki? Bugün Pezişyan oradan qışqırır ki, "Ara Türkəm, Türkəm, Türkəm." Türkləşmək necə olur? Hə, bax bu İslamlaşmaq var ha. İslamlaşmaq. Gələk biz qəbul eləyək ki, yanlışlıq oradadır. Az olur. Türk Əməldə Hristiyan da qəbul ola eləmək bilər, lazımdır. deist Bizdə ola yox. bilər, ateist ola bilər, putpərəst ola bilər, ümumiyyətlə başqa düşüncədə də ola bilər. Güclə dör hamımız. Bax, Türkiyənin bəlası Sadun. Bax, İslamlaşmaq istədik, buraxdıq ərəbləri ölkəyə, Türkiyədə. Hə? Sonra İslamlaşmaq istədik, deyirik ərəb bizdən, qardaş, ərəb deyirəm xəlifi götürüb özünün adımıza yazmış. O heç vaxt bizdən dost olmaz, o həmişə arxadan bizi vuracaq. Müslüman, amma Burada da tarix var. və salam dedən İslamlaşmaq, nə müsəlmanlaşmaq. Deməli, bəzən əsrin əvvəlindəki ideologiyalarda yanlış ola bilər, dəyişilə bilər. Nəysə, çox sağ olun. Güzey Azərbaycanında Abi, bax, hə, yaxşı, cümlə Güzey bitirək. Azərbaycanında Qarabağ qaytarmağın 30 çəkdi. İndi Güney Azərbaycanında 28 dekabr 25-ci ildə çox milyonlu təhsil ixtişaşları başladı və o hadisə bu gün də müxtəlif formalarda davam edir. Bu nə qədər davam edəcək? Təşəkkür, sağ olun. Deməli, əziz dostlar, hər birinizə təşəkkür edirəm. Çox səmərəli oldu mənim fikrimcə müzakirələr. Bu belə deyək də, hakimiyinlə, Yaxşı, elmi bilmirəm. məntiqinlə, fikir mübadiləsindən çox uğurlu oldu. Kamran bəyə təşəkkür eləyək hər birimizin Biz adından. sizə təşəkkür O edirik. bizim əqidə dostumuzdur, bir daha təkrar edirəm. Azərbaycançı dostumuzdur, millətçi dostumuzdur, Turançı dostumuzdur və biz bu xarakterli, bu dünya görüşlü insanların davamlı tədbirlərinə də ehtiyac var, görüşlərinə də ehtiyac var, birgə müzakirələrə də ehtiyac var və biz əminik və inanırıq ki, biz o arzuladığımız paytaxtı Təbriz olan böyük və qüdrətli Azərbaycanı quracaq. Bu yolda hər birimizə uğurlar arzulayıram. Tanrı Türkü qorusun, Tanrı sizə yar olsun. Təşəkkürlər hər birinizə. Sağ olun.